بسم الله الرحمن الرحيم والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. اللهم يا معلم آدم وإبراهيم علمنا ويا مفهم سليمان فهمنا وزدنا علما يا رب العالمين وعملا صالحا يا كريم. Allah Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Hemen değerli Müslümanlar, geçen defa dersimiz internet gitti diye yarımçık kaldı. Kaldığımız yadımızda da Kur'an'da kalmıştık. İnşallah oradan da başlayacağız. Sayfanı getirelim birinci. Bu sayfada kalmıştık. Bismillah. Deməli biz ümumən dediyimiz kimi fiqh üsulu hər dəfə şeyximiz təkrarladığı kimi ara sıra biz təkrarlayacağıq inşallah. Hətta səhifə-səhifə sadəcə başlıqların adı olaraq belə bəzən, yəni indiyənə qədər keçdiyimiz mövzular bəzən görsən ki, şeyxlərimiz təkrarlayır, təkrar olsun deyənə sonra davam edir. Yəni biz dediyimiz fiqh üsulu, keçdiyimiz fiqh üsulu 4 məsələ ətrafında fırlanır. Ən birinci səmərəsi idi, başda keçdi, hökm. Yəni mədlul dedilər, hökm. İkincisi dəlil idi, sonra dəlalət, sonra müstədil. Biz dəlilə başladıq keçən dərsdə və keçdik ki, nədir? Şəri dəlillərdən 9 dənəsi bizə məlumdur Həmbəli məzəbində və onların 4'ü üzərində ittifaq olmuş, yəni hüccət olması, dəlil olması üzərə yəni icma var, ittifaq var ki, bunlar dəlildir ki, Quran, sünnə, icma, qiyas. Və digər 5'i isə, 9'dan digər 5'i isə üzərində ixtilaf olunmuş dəlillərdir. Ki, sahabənin sözü və s. ki, bunları hamısını yavaş-yavaş keçəcək ki, biz keçən dəfə ən birinci və ən əzəmətli dəlildən başladıq və dedik ki, digər dəlillər hamısı qaynağı həmən birinci dəlildir, o da Qurandır, Allahın kəlamı. Birinci keçdik ki, nədir? Quran dedikdə 2, yəni bunun varid olmasına görə, sabit olmasına görə 2 növ var. Yəni mütəvatir, bizə təvatür yolla gələn, həmən o bildiyimiz 10 qiraətdir. Əsil olan da Quran dediyimizdə, əsil olan odur, 10 qiraət üzərində, yəni təvatür olaraq bizə gələn mütəvatir şəklində təvatür və biz dedik nə təvatür? Yəni ki, böyük bir toplumdan böyük bir topluma belə nəsildən nəsilə ötürülən şəkildə, rivayət olunan şəkildə olan Qurandır ki, əlimizdə olan mushaf həmən o təvatür şəkildə mütəvatir olaraq bizə gələn Qurandır. Əsil olan odur. Bunun da hücciyyəti burada niyə görə ikiyə ayrılırlar? Gələcək, yəni hüccət baxımından. Həmən mütəvatir olaraq və sonra keçəcəyimiz şaz olaraq gələn Quran hücciyyət baxımından. İkisi də hüccətdir. Sadəcə mütəvatir olaraq burada nədir? Altda yazır hücciyyəti. Hüccət qətidir, qəti hüccətdir. Yəni kəskin hüccətdir, danılmaz bir dəlildir, zənni deyil. Qətiyyətin əksi nədir? Burada zənniyyətdir, zənni. Bu mütəvatir olaraq bildiyimiz 10 qiraət ki var, bunlar hamısı 10 qiraətin 10'u da nədir? Qəti bir hüccətdir. Qəti bir hüccətdir. Və burada bir şey deyəcəkdik. Unuttuğumuz bir şey var. Keçən dəfə daha doğrusu unutmadıq. Yəni internet həmən yerində kəsildi. Onu deyəcəkdik. Bəli, yalan bu keçən səfər dedik. Yəni həmən elə bir topluma rivayət edir ki, onların yəni yalan üzrə ittifaq etmələri, yalan üzrə söz birləşmələri, yəni sözləşmələri mümkün deyil ki, yalandan bu boyda toplum, yalandan Quran adından bir şey uydursunlar, o biri toplum da yalandan sözləşsinlər və Quran olmayan bir şey Quran adı ilə yəni rivayət eləsinlər və s. Bu hədis elmində də elə təvatür olaraq gəlmişdir ki, hədis elmində bu daha tam dəqiq olaraq keçiriləcək. Deməli, burada misal nə edir? Həmən o 10 qiraət ki var, təvatür şəklində gəlib və əlhamdülillah insanların sinələrində əzbərdən olaraq, əlhamdülillah bugünkü gündə belə, yəni sayı dəqiq desək bilmirik. Yəni minlərlə, 10 minlərlə, yəni bəlkə də 100 minlərlə, yəni bunu 10 qiraəti ilə belə, yəni onların içində 10 qiraəti ilə belə əzbərləyənlər var. İndi tək qiraətlə əzbərləyənlər var, 10 qiraətlə də əzbərləyənlər var. Ona görə şeyxlərdən biri, və səhv etmirəmsə bu Mavritaniyalı şənqitlərdən, yəni şənaqitə deyirlər, şənqitilərdən olan şeyxlərdən biri müasir şeyxlərdən and içmişdir. Hətta vallahi, thumma vallahi, thumma vallahi 3 dəfə Allah and içərək deyir ki, yer üzündən bütün mushaflar qaldırılsa, yəni Quranın yazıldığı kitablar ki var, bütün mushaflar qaldırılsa, yer üzündə bir dənə ayə belə
yazılı şekilde qalmasa, yəni qaldırılsa, biz diyor onu bir gün içində 10 qiraətin 10'u ilə də təm dəqiqliyi ilə, yəni onu musaflara təzədən tökərik. Niyə? Çünki yəni əzbər bilirlər onu. Tam dəqiqliyi ilə, yəni əzbər bilirlər. Əlhəmdülillah, bu da Allahın nemətlərindəndir ki, dünyada Quran kimi əzbərlənən ikinci bir kitab yoxdur. Quran kimi önəmə sahib olan, yəni onun əhəmiyyət verilən, hətta xristianların İncili özləri üçün, yaxud Yahudilərin Tövratı təhrif olunmuş, şübhəsiz ki, yəni onlara belə baxmayaraq onların dinidir, dini kitablarıdır, onlar üçün din qaynağıdır. Yəni onlar ona o qədər əhəmiyyət vermirlər ki, nəyə qədər ki, müsəlmanlar əlhəmdülillah Qurana əhəmiyyət verir, onun əzbərlənməsinə, mənalarının öyrənilməsinə, əməl olunmasına. Əlhəmdülillah. Deməli, ikinci, bu nədir? Mütəvatir olan, mütəvatir yolla gələn Quran. İkinci var əl-əhəd ki, bu hədisdə də eyni terminlər keçəcək. Mütəvatir hədislər, əhəd hədislər. Əl-əhəd, elə də yazın. Əl-əhəd, yəni əhəd sözündən, yəni. Bu nədir? Mütəvatir olmayan. Yəni baxmayaraq əhəd tək deməkdir, amma burada tək olmaya bilər. 2, 3 rivayət də ola bilər 3 nəfərdən. Yəni burada say dediyim necə təvatürdə say yoxdur. Təvatürdə əsas nədir? Elə bir toplumdur ki, onların yalan üzrə sözləşməsi mümkün olan şeydir. Əhəd isə nədir? Mütəvatirdən aşağı sayda olan, yəni ravilərin rivayət etdiyi, biz Qurandan danışırıq, Quran. Bu da nədir? Buna adlandırılır. Burada dırnaq arası görürsüz. Yəni dırnaq arasında yazılan ki var. Əl-qiraətü şəzdə. Şaz qiraət, elə yazın. Şaz qiraət, şaz. Bu söz bizdə çox işlənəcək. Hədis elmində var bu sözlər. Hətta ara sıra biz məsələn icmaya müxalif olaraq şaz görüş olaraq deyirik. Amma hər bir elmdə, əvvəldə dediyimiz kimi, yəni hər bir elmdə ayrı-ayrı elmlərsə, şübhəsiz ki, bu eyni sözlər fərqli məna daşıya bilər ki, burada da bunu görəcəyik. Hətta dediyimiz kimi bəzi məsələlərdə fiqhdə məsələn keçmişdik. Eyni səhifədə belə keçmişdik ki, məsələn hər hansı bir söz çox yaxud az sözü məsələn ayrı-ayrı məna daşımışlar. Eyni fəndə, fiqhdə, eyni babda hətta ayrı-ayrı məna daşımışlar. Ona görə siz şaz olaraq yazın. Əhəd, yəni mütəvatir olmayanlar, əhədin tərifi elə yazırsınız. Mütəvatir olmayan, yəni bir mütəvatir dediyimiz tərifə görə, bir də ondan aşağı olan, ondan olmayan digər Quranın bizə rivayət olunan, nəql olunan qiraətləri, bunlar nədir? Əhəd qiraətlər sayılır. Digəri isə mütəvatir, 10 dediyimiz mütəvatir qiraətlər. Bu həmən əhəd, mütəvatir olmayan qiraətlər ki var, onlara şaz qiraət deyilir, şaz. Və şaz bu mühəddislərdə, hədis elmində deyilən şaz deyil. Məsələn, biz deyəndə indi hədis istilahlarını və yaxud mustalahat, yəni mustalahlarını keçən qardaş və bacılar bilir ki, şaz hədis deyiləndə bu zəifin növlərindəndir və rədd olunan, qəbul olunmayan hədis növləri. Məsələn, deyiləndə ki, bu hədis şazdır, yəni deməli, bu nədir? Qəbul olunmayan hədisdir, yəni səhih deyil, həsən deyil, şazdır. Ki, onun tərifi nədir? O hədis elminə aid ki, burada keçəcək, keçməsə bu hədis istilahlarına bağlıdır. Yəni, amma burada o mənada deyil, yəni kimsə həmən orada işlənən sözü, məsələn, gözəl əzbərlənmiş, öyrənmiş istilahları hədis elmində, yəni eyni mənada burada yanaşmasın. Yəni, o qəbul olunmayan hədis olur, mərdud. Burada isə nədir? Bu rivayət biz deyə bilərik, bu qiraətlər, mütəvatir olmayan qiraətlər, əhəd olan qiraətlər, sənədi səhihdirsə şaz deyirik. Biz deyirik ki, bu şaz qiraətdir. O məna daşıyır ki, bu qiraət qəbuldur, yox. O qəbuldur. Onu da altda yazırıq nə? Hüccətdir, amma zənni. Burada yazılır ki, qətiyyətli bir hüccət. Burada zənni bir hüccət və zənni sözün də eyni şəkildə fərqli-fərqli elmlərdə, fərqli-fərqli fənlərdə və fərqli-fərqli mövzularda fərqli məna daşıya bilir. Və burada zənni o demək deyil, yəni şübhələnirik, yox. Burada rivayəti səhih olaraq bizə gəlib çatan ki, misallar gətirəcəyik buna. Məsələn, bəzi İbn Məsud, Ubey ibn Kəb və s. sahabələrdən gələn bir rivayətdir. Səhih bir rivayət, səhih isnadla gəlib və bu Quran olaraq bunu oxuyublar. Həmən qiraətdir, amma mütəvatir qiraət deyil. Mütəvatir qiraət deyil. Amma isnad olaraq bizə rivayət olunan səhih bir isnaddır. İndi biz burada heç bir nə isnadında, nə dəlalətində şübhəm yoxdur. Amma zənni burada nə mənada işlənilir? Yəni qəti olmayan. Hüccətdir.
Fikir verirsiniz, hüccət yazılır. Amma zənni bir hüccətdir. Yəni dəlildir, amma zənni. Mənası nədir? Qəti hüccətin altında yanında yaza bilərsiniz ki, burada qəti hüccət o deməkdir ki, ixtilaf olmayan bir hüccət. Yəni heç bir alim İslam aləmində, İslam alimləri mütəvatir qiraətlərin, yəni qəti hüccət olması üzərində ixtilaf etməmişlər. Hamısı demişlər ki, mütəvatir qiraətlər ki var, hamısı qəti bir hüccətdir. Qəti bir hüccətdir, dəlildir. Amma həmən o Həmbəli məzhəbində də nədir? Şaz qiraətlər ki var, Həmbəli məzhəbinə görə hüccət sayılır. Amma niyə görə zənni hüccət deyirik, qəti deyil? Çünki bunların hüccət, şaz qiraətlərin hüccət olması üzərində ixtilaf var. Məsələn, Malikilər onu hüccət saymazlar. Malikilər onu hüccət saymazlar. Mütəvatiri icma ilə hər kəs hüccət sayar. Amma şaz görüşləri, əhəd qiraətləri, şaz görüşləri demək, şaz qiraətləri nədir? Malikilər məsələn hüccət saymazlar. Ona görə biz nə deyirik? Deyirik ki, bu hüccət qəti deyil. Çünki üzərində icma yoxdur. İxtilaf var. Amma hüccət olmana hüccətdir, zənni bir hüccətdir. Buna misal məsələn İbn Məsudun məşhur, yəni oruç tutanlar hər zaman orucla bağlı suallar verilir. Məsələn, kəffarə oruclarını 3 gün ard-arda tutmalıyıq, yoxsa istədiyin zaman bir gündən birin bu həftə, birin gələn həftə bu cür tuta bilərik? Yox. Buna dəlil gətirilən dəlillərdən biri nədir? Həmin o şaz, yenə şaz dediyimiz mənada şazdır, mühəddislərin mənasında deyil. Şaz qiraətdir buna dəlillərdən biri. O da nədir? İbn Məsudun mütətəbiat, yəni nə? Elə bil ki, orada 3 gün oruç tutmaq gəlir. 3 gün oruç tutmaq gəlir. İbn Məsudun qiraətinə mütətəbiat, yəni ard-arda. Ard-arda, qiraətdə, Quran olaraq bu oxunmuşdur. Düzdür, oralara girməyir. Bəziləri deyir bu təfsirdir. Təfsir olaraq yanında yazmış, sonra yazıda, yəni qiraət yox. Yəni məşhur olan budur. İbn Məsudun, hətta Ubey ibn Kəbin rivayəti, Allah hamısından razı olsun, hər iki sahabələr radiyallahu anhum. Deməli, qiraətində belə gəlib. 3 gün ard-arda sözü də gəlib. Bizim oxuduğumuz mushafda mütəvatir olan 10 qiraətlərin heç birində bu yoxdur. Biz oxusuq sadəcə 3 gün gəlir. Ard-arda sözü orada gəlmir. Düzdür? Bu nədir? Həmbəlilərə görə bu şaz, cümhura görə ümumiyyətlə, şaz qiraət, həmən məsələn bu qiraət hüccət sayılır. Ona görə biz nə deyirik? Deyirik ki, 3 gün ard-arda tutmaq vacibdir. Ard-arda tutmasa kəffarəni orucla tutacaqsa 3 gün yerinə yetirmiş sayılmaz. Məsələn, bu şaz qiraətlərin dəlillərində biridir. Yəni bu qiraətlər də nədir? Sadəcə orada fərqlərə girmir. Onlar Quranda, mushaf, yəni Quran deməli namazda Quran olaraq qiraətdə oxunar və oxunmaz. Bu, yəni fiqhi məsələlərlə bağlıdır, üsulu məsələlərlə bağlı deyil. Üsulda əsas bizim bilmək vacib olan məsələ yeri nədir? Biz bilməliyik ki, mütəvatir olmayan qiraətlər ki, şaz qiraət sayılır. Şaz qiraətlər ki, səhih isnadla hamısı gəlib çatır bizə. Əhəd qiraətlər. Bunlar hüccətdir. Sadəcə üzərində icma olunmuş qəti hüccətlərdən deyil, zənni hüccətlərdəndir və zənni dediyimiz mənada nədir? Şübhələndiyimiz yox, zənn edirik, hüccətdir yoxsa yox. Mənası yəni qəti deyil. Qəti deyil, yəni üzərində icma yoxdur, üzərində ittifaq yoxdur, üzərində ixtilaf var. Dediyimiz kimi, məsələn, Malikilər hüccət saymamışdır. Bu səhifə ilə bağlı bu qədər. Burada arxada suallar var. Həmən bu keçdiyimiz səhifə ilə bağlı. Ona baxaq. Bu məsələyə də həmən o şaz qiraətlərin hücciyyəti barədə deyirlər. Şaz qiraətin hüccət olub olmaması barədə. Mütətəbiat, ard-arda qiraətdə, İbn Məsudun qiraətində nədir? Mütətəbiat gəlir. Sələsətə əyyəmin mütətəbiat. Yəni, bizim mushafda sələsətə əyyəm bu qədər gəlir. Sonra başqa davam edir. Amma İbn Məsudun və Ubey ibn Kəbin qiraətində mütətəbiat gəlir. Deməli, suallar, burada bir neçə sual var. Onu biz keçək, bu səhifəyə sonra qayıdacağıq. Deməli, biz qalmışdıq 5-ci sualda. Düzdür? 5 sual. Oxumuşduq daha doğrusu, 5-ini oxumuşduq. Bəli, indi 6-cı sualdır. Deməli, 6-cı sual. Sualın özü girişi uzundur. Diqqətli olun, çatı açdım mən, açıqdır. Çat açıqdır. Çata yazarsınız cavab.
2 dənə cəmsiz sual keçəcək. Biraz yoxsa 3 dənə daha doğrusu. 6-cı sual. Deməli, Əl-Hakim adlı mühəddis məsələn, Müstədrək kitabında 2-ci cild 300-cü səhifə Ubey ibn Kəbdən radiyallahu anh rivayət edir ki, o e, hemen o dediğimiz yani ant kefaresi ayesinde ne okuyardı? Femen lem yecid fesiyame selâhte eyyamin mutetâbiat. Hemen söz gelir. Selâhte eyyam bizim mushafta bu kadar. Mutetâbiat ne? Ubey bin Kâb'in ve İbn Mesud'un rivayetinde. Bu sualda ama Ubey bin Kâb gelir radıyallahu anh. Ve hakim bu nakli rivayet edilenden sonra bu kıraati rivayet edilenden sonra deyir ki bu hadis isnadı sahihtir. Yani bu qiraət Ubey bin Kəbdən səhih bir isnadla gəlib çatmışdır. Yəni zəif deyil, səhih isnadla gəlib çatmışdır bu qiraət ki, bu cür oxuyardı Quranı, həmən ayəni. Amma deyir, onlar ikisi bunu çıxarmamışlar, təxric etməmişlər. Onlar ikisi hədis elmində bilənlər nə deyir? Məsələn, deyəndə ki, onlar ikisi ancaq onu çıxarmamış. Özəlliklə Müstədrək kitab Əl-Hakimin Buxari və Müslimdə olmayan hədisləri istidrak, yəni tamamlamaq mənasında kimi tamamlamışdır. Yəni səhih hədislərdir. Buxari və Müslimin və yaxud da hər ikisinin və yaxud da ikisindən birinin şərtlərinə uyğun, məsələn, bəzən deyir Buxariyə və yaxud da Müslimin şərtlərinə uyğundur, səhihdir yəni. Amma deyir, onlar onu çıxarmamış. Hə? Oləm yuxarricah. Mənası odur ki, iki şeyx kimlərdir? Hədis elmində iki şeyx deyəndə həmişə nədir? Özəllikləri hakim deyəndə Buxari və Müslim. Rahimullah, Buxari və Müslim. Yəni nədir? Deyir, sənədi səhihdir bu rivayətin, amma Buxari və Müslim bunu çıxarmamışlar. Fayda olsun deyə, məsələn, hədis elmində həmən o iki şeyx deyəndə Buxari və Müslim nəzərdə tutulur. Tarix elmində, tarixçilər deyəndə iki şeyx, Əbu Bəkir və Ömər, məsələn, sira və s. elmlərində, tarix elmlərində Əbu Bəkir və Ömər radiyallahu anhum nəzərdə tutulur. Hənəfi məzəbində iki şeyx deyəndə sahibən biz keçmişik, sahibən. İki sahib kimlər idi? Fiqh girişində biz keçmişdik. Yazan varsa tez yaza bilər, yoxsa biz keçərik. Hənefi məzəbində Əbu Hanifənin iki sahibi, elə deyək ki, yəni yoldaşı kim nəzərdə tutulur? Həmən o Əbu Yusuf və Muhammed Şeybani. Amma Hənefilərdə iki şeyx deyəndə İmam Əbu Hanifənin özü və İmam Əbu Yusufun özü nəzərdə tutulur. Deməli, nə demişdir? Demişdir, bu sənədi səhihdir, isnadı səhihdir, amma Buxari və Müslim bunu təxric etməmişdir. İbn Rüşd Bidayətül Müctəhid kitabında deyir, Fiqhul Muqaran dediyimiz kimi bunu fiqh girişində keçmişdik. Orada deyir, filan cilddə, yəni 2 səhifə 180-də deyir ki, amma deyir, ikinci məsələyə gəldikcə və deyir, həmən bu 3 gün tutulan oruç ki var, andın kəfarəsində, bunun ard-arda, həmən o ard-arda, dalbadal tutulmasının, yəni ard-arda olmasının şərt olmasında ixtilaf vardır. Yəni ki, ard-arda olması şərtdir, yoxsa ixtilaf vardır, gətirir. Və deyir ki, İmam Malik və İmam Şafii bunu şərt qoşmamışlar. Yəni, ard-arda deyir, şərt deyil. Ayrı-ayrı da tuta bilər bir gündən bir məsələn. Şərt qoşmamışlar. Bunun yəni ard-arda olmasının vacibliyində şərtdir. Yəni, vacib deyil. Vacib deyil. Amma müstəhəb görmüşlər. Müstəhəbdir ki, ard-arda olsun. Amma deyir, bunu İmam Əbu Hanifə, İmam Əhməd nədir? Şərt qoşmuşdur ki, bu 3 gün oruc ard-arda olmalıdır. Bax, bu məsələdir. Düzdür. İndi deyir ki, üsul qayda deyir, burada 4 dənə variant veriləcək bizə. Bunların bu 4 qaydadan hansı bu məsələyə dayanır və yaxud daha doğrusu bu məsələ bu 4 qaydadan, yəni 4 verilən variantlardan usul qaydalarının hansına əsasən dayanır? Yəni alimlərin ixtilafı. İmam Malik, İmam Şafii dedi ki, şərt deyil, vacib deyil, yəni müstəhəbdir ard-arda tutmaq o 3 gün orucu ant kəfarəsində. İmam Əbu Hanifə, İmam Əhməd isə demişlər ki, yox, vacib, şərtdir. Ona görə ard-arda tutulması vacibdir. Bu hansı üsul qaydaya dayanır bu məsələ, bu məsələnin ixtilafı daha doğrusu? Deməli, birinci variant sahabənin sözünün hüccət olması. Sahabənin sözünün hüccət olması. İkinci variant sahabənin ədalətlisi. Yenə deyirəm, burada bəzi məsələlər var ki, biz bunları keçməmişik və şeyximiz də demişkən, yəni, bu məsələləri keçməyən insanlara bu çətin gəlməsin, heç bir zərəri yoxdur sizə. Bu məsələlər hamısı bir-bir keçiləcək. Ona görə biraz yəni
necə deyim, heç kim sıxılmasın ki, hə, burada bu məsələləri keçməmişik. Ona görə bilməsək də, doğru cavab verməsək də problem yoxdur. Hamısı gələcək. Sadəcə olduğu kimi ardıcıllıqla biz də o cür sual-cavabları oxuyuruq. Deməli, birinci variant nə idi? Sahabənin sözünün hüccət olub olmaması məsələsi. O məsələ buna dayanır. İkinci, sahabənin ədaləti baxımından ədalətlidir yoxsa yox. Və ədalət sahabəyə aid olanda yalan danışıb danışa bilməməsi məsələsidir ki, sahabələr hamısı ədalətlidir. Yəni burada fasiqlik mənası deyil, günah eləyib eləməmək. Burada yalan danışıb danışmamış ki, heç bir sahabə Peyğəmbərin sallallahu aleyhi ve sellem adından daha yalan danışması mümkün olan bir şey deyil. Üçüncü variant mütevatir olmayan qiraətlər məsələsidir. Mütevatir, yəni şaz. Mütevatir olmayan qiraətlər məsələsidir. Dördüncü variant Quranda məcazın olmaması məsələsidir. Quranda məcaz yoxdur, məcazi məna yoxdur məsələsidir. Bax, bu dörd variantdan hansına dayanır bu yaxki ixtilaf? Ki, həmən o üçüncü variant yazılır. Yəni, ard-arda tutub tutmama. Doğru cavab üçüncü variantdır, bəli. Vaxta qənaət etmək üçün bir-iki sual cavab kimi yazsa keçəcək. Bəli, həmən məsələyə keçdiyimiz. Çünki bu qiraət Ubey bin Kəbin şaz qiraəti, mütəvatir olmayan qiraətdir. Yəni, məsələn, Malikilər təbii ki, nədir? Şaz qiraəti hüccət saymadığı üçün İmam Malik şübhəsiz ki, demişdik, şərt deyil. Çünki o hüccəti, o qiraəti hüccət saymır məsələn. Amma cümhur hüccət saymışdır. Deməli, burada 7-ci sual. 7-ci sual. Mütavatir bir qiraət var. Mütavatir. Yəni əlimizdə olan, musafda olan qiraət. Məsələn, o imkan aracılıq yuratu kələnətən əv mərətun və ləhu əxun əv uxtun fəlikulli vahidin minhumə əs-sudus. Yəni ayənin əsas bizim məsələyə aid olan yerini oxuyun. Yəni bir kişi kələlə deyilən nədir? Nə üstə doğru, nə alta doğru. Yəni nə atası və s. var, nə də övladları var. Bu cür kimsəsiz deyə bilsək buna. O mənada kimsəsiz, yoxsa bacı qardaşı var mı? Yəni usul və furu baxımından miras elmində keçmişdik. Heç kəsi yoxdur. Ona deyirlər kələlə. Hə? O deyilən kişi yaxud qadın o cür olarsa, amma onun qardaşı və ya bacısı olarsa, hər birinə, bacı və qardaşın hər birinə əs-sudus, 6'da 1 düşür mirasdan. Ayənin bu qədərini mənacı tərcümə etdik, mövzumuza aid. Bu mütavatir qiraətdir. Orada onun qardaşı və ya bacısı olarsa deyilmir ata birmi, ana birmi, həm ata, həm ana birmi. Hə? Bizdə doğma deyirlər, məsələn, ata bir ayrı, ana bir ayrı. Hə? Burada heç nə deyilmir. Mütavatir bizim oxuduğumuz müshaflarda sadəcə bu qədər gəlir. Və ləhu əxun əv uxtun fəlikulli vahid bu cür gəlir. Hə? Onun ya qardaşı ya bacısı olar, hər birinə 6'da 1. Başqa bir qayətdə isə Sa'd ibn Əbu Vaqqas sahabə radiyallahu anh orada. Həmən o 10 dənə cənnətlə müjdələnmiş insanlardan biri. Sa'd bin Əbu Vaqqasın qiraətində isə gələn bu mütavatir olmayan qiraət gəlir ki, "Və in kana raculun yurithu kalalatan aw imra'atun və lahu axun aw ukhtun min Burada min sözü əlavə olunur. Fəlikulli vahidin ayə davam edir. Yəni burada nədir? Həmən bu cür insanın və yaxud kişinin ya qadının ya qardaşı, yəni ata bu usul tərəfi və furu tərəfi yoxdur. Qardaşı və yaxud bacısı olarsa, amma min anadan, yəni ana bir bacısı və yaxud ana bir qardaşı olarsa. Yəni ata yox, həm ata, həm ana yox. Sadəcə ana bir, yəni anaları bir qardaşı və yaxud anası bir bacısı olarsa, ona hər birinə ayə davam edir, 6'da 1. Bax, bu məsələ İbn Həcər demiştir ki, rahimullah, demiştir ki, bu hədisi Beyhəki səhih sənədlə rivayət etmişdir, ixrac etmişdir. Səhih sənədlər. Bu nə demək? Təcrübli gələr, ayədir, səhih sənədlər. Yəni, çünki bu nə deməkdir? Bu şaz qiraət, mütavatir bir qiraət deyil. Mütavatir bir qiraət deyil, şaz bir qiraətdir. Amma şuzuz dediyimi kimi o şaz olması hədis elminə aid deyil. Hədis elmində şaz deyəndə nədir? Qəbul deyil bu, yəni səhih deyil, mərduddur. Rədd olunar o rivayət. Hə? Amma yəni hüccət olaraq saymır. Burada nədir? Səhih sənədlə rivayət o. Yəni bu deməli, bu şaz sənəd deyil, yəni hədis olaraq şaz deyil, qiraət şazdır. Qiraət şazdır. Biz də dedik şaz qiraət nə demək? Yəni mütavatir olmayan, amma hüccətdir. Düzdür? Deməli, bunu nə demişdir? Beyhəki səhih isnadla rivayət etmiş, İbn Həcər demiş və bu qiraət şaz qiraətdir və şaz qiraətin hücciyyəti üzərində, yəni hüccət olub olmaması üzərində ixtilaf var, keçdiyimiz kimi.
İxtilaf var. Malikilər məsələn müxalifdir o məsələ. Buna baxmayaraq fikir verin. Bu qiraət şaz qiraətdir ki, ana bir bacı və qardaşdan söhbət gedir anadan. Ana bir bacı qardaşdan söhbət gedir anadan. Ailədə ana bir bacı qardaşdan söhbət gedir. Şaz görüşdə bu açıq-aşkar deyilir. Anadan bacı qardaşı olarsa, hər birinin 6-da 1-dir payı mirasda. Hə? Amma bu şaz qiraətinin hüccət olmasında ixtilaf var alimlər arasında. İxtilaf var alimlər arasında. Hüccət saymır hər biri bunu. Düzdür? İndi buna baxın. Axırda sual verilir ki, deməli bu alimlər arasında şaz qiraətin hüccət olması üzərində ixtilaf olmasına baxmayaraq ki, alimlər arasında şaz qiraətin hüccət olmasında ixtilaf var. Buna baxmayaraq, sırf bu ayəyə aid alimlər icma etmişlər ki, bu ana bir bacı və qardaşdan söhbət gedir. Ana bir bacı qardaşa aiddir. Yəni qiraət olaraq şaz qiraət üzərində hüccət olmasında ixtilaf ediblər. Bəziləri deyib ki, şaz qiraət ki, bu da onlardandır, hüccət deyil. Amma bu ayə həmən o şaz qiraətsiz olsun, mütəvatir ayə. Orada deyir ki, bacı və qardaşı olarsa payı budur. Orada deyilmir ana bir. Heç nə deyilmir. Yenə buna baxmayaraq bu ayədə söhbət məhz ana bir bacı və qardaşlar getdiyi üzərində isə alimlər arasında ixtilaf yoxdur. İndi bu məsələ belədir. Burada sual nədir? Səbəb nədir buna? Niyə görə hücciyyət baxımında ixtilaf ediblər, amma məna baxımında ki, bu ayə ana bir bacı qardaşa aiddir, heç ixtilaf etməyiblər. Birinci variant buna dair, yəni ki, bu ayə ana bir bacı və qardaşına aiddir. Buna dair icma və bənzəri digər dəlil var deyə. Yəni bu şaz qiraətə görə deyil, başqa icma və digər bu kimi dəlillər var deyə icma etmişlər. Sırf qiraətə görə yox. Bu birinci variant. İkinci variant dediyim kimi, yəni bu şeyləri biz keçməsək də, çünki bu barədə icma varmı, yoxmu, biz belə bu məsələdə fikri bilmədən, yəni şübhəsiz ki, bu usul qaydasının səbəbini də yaxud niyə görə icma ediblər, bilə bilmərik. Ona görə bu bizi narahat eləməsin. İkinci variant. Fərz deyəndə fəraid burada miras elminə dair fiqh üsulu qaydası uyğulanmır. Yəni bu mirasa aiddir. 6-da 1-i hər birinə düşür. Miras elminə dair bu fiqh üsul qaydaları ki var, bu qaydalar tətbiq olunmur. Heç bir adiyyəti yoxdur. Ona görə o şaz qiraət dəlildir, yoxsa yox, bunun adiyyəti yoxdur. Ona görə icma eləmişdilər. Çünki miras elminə bağlıdır. Belə bir variant. Üçüncü variant. Çünki hədisi bu qiraəti daha doğrusu, qiraət sahibi Sa'd bin Əbu Vaqqas sahabə radiyallahu anhu cənnətlə müjdələnmiş olanlardandır. Yəni bu cənnətlə müjdələnmiş olduğu üçün bunun qiraəti üzərində ixtilaf etmədən nədir? İcma etmişlər. Bu üçüncü variant. Dördüncü variant, variantın üçü də, yəni hamısı. Həm birinci, həm ikinci, həm üçüncü variantda üçü də bu var. Səs qırılırmı? Ola bilər. İndi səsim necə gəlir? İndi oxuyuram. Sual eşidildi inşallah. Yəni bunun səbəbi nədir? Dördüncü variant deyirlər. Dördüncü hamısı yəni. Üçüncü variant yazdılar burada, indi görürəm. Yoxsa o əvvəlki sualındır. O əvvəlki sualındır. Doğru cavab əslində dördüncü variant deyil, birinci variant. Doğru cavab birinci variant. Çünki yəni sahabənin müjdələnmiş olmasının buna aidiyyəti yoxdur. Sahabələr hamısı ədalətlidir, hər birinin rivayəti eyni o birisinin kimi qəbul olunur. Digər bütün şərtlər varsa. Onun burada birinci variantdır. Yəni ki, buna dair icma var. Ki, icmaya məsələyə gələndə keçəcəyik. Alimlərin icması var ki, bu ayə şaz qiraət hətta olmasa, şaz qiraəti hüccət saymayanlar belə icma etmiş ki, bu ayə ana bir bacı və qardaşa aiddir. Niyə? İcma var. Çünki icma ayrıca bir hüccətdir. Dediyimiz kimi üzərində icma olunmuş, ittifaq olunmuş hüccətlərdəndir. Ona görə burada birinci variantdır ki, ən azından buna dair icma var deyənə alimlər, hətta şaz qiraəti hüccət saymayan alimlər belə bu ayənin ana bir bacı qardaşa aid olduğunu demişlər. 8-ci sonuncu sual burada keçəcəyimiz, sonra keçəcək səhifəyə, davam edəcəyik. Deməli, bu da biraz yorucudur şey olaraq, çünki burada bir çox şey keçməmişik biz məsələləri. Deməli, oğrunun oğurluq etdiyi zaman sağ əlinin sol deyil,
sağ əl ilk dəfə məsələn oğurluq edib, sol deyil, sağ əlinin kəsilməsinə dair nədir? İbn Məsudun şaz qiraətini dəlil gətirmişlər. İbn Məsudun şaz qiraətini dəlil gətirmişlər. Və səriqu və səriqatu fəqta'u mushafda oxuduqlarımız əydiyəhumə fəqta'u əydiyəhumə. Yəni o oğru kişi, oğru qadın ki var, onların əllərini, əydiyəhumə, onların əllərini kəsin. Sağmı, solmu, əl deyəndə indi oralara girmir, mütləq olaraq əl biləkdən sayılırsa. Yəni əsas mövzuya aid mütəvatir qiraət budur. Əllərini kəsin. Amma İbn Məsudun qiraəti nədir? Şaz qiraət və səriq və səriqatu fəqta'u əymənəhumə. Onların sağ əllərini kəsin. Birbaşa sağ deyilir. Yəni artıq sağmı, solmu yox, sağ. Bax bu qiraəti dəlil gətirmişlər ki, oğrunu ilk dəfə oğrayanda nədir? Sağ əli kəsir, sol deyil, sağ əli. İndi burada 8 dənə cümlə veriləcək. 8 bir söz birləşməsi veriləcək. Bunların içində 3 dənəsini biz oxuduqda deyəcəksiniz budur. Bunların içində 3 dənəsini həmin o usul elminə dair ki, bu mütləq sağ əlinin kəsilməsinə yəni dəstək olan bir qaydadır deyə. Bu sağ əlinin mütləq kəsilməsinə dair üsul qaydanı deyəcəyik ki, bax bu qayda budur. Fikir verin, indidən deyim, bu sadəcə əlin kəsilməsinin vacibliyi deyil. Burada əlin kəsilməsi vacibliyi başqa bir şey. Bizim mövzumuz nədir? Burada sırf sağ əlin əli kəsiləcək, amma sol deyil, sağ əli kəsiləcək. Bax buna dair fiqh üsulu, hansı fiqh üsulu? Yəni dayaqdır, təməldir, buna əsasdır. Birinci variant Quran ilə əməl etməyin vacibliyi. Bu qaydanın həmən bizim məsələyə dair adiyyəti var yoxsa yox? Quran ilə əməl etməyin vacibliyi. Yəni sağ əlinin kəsilməsinin vacib olmasına dəlil olaraq bu qaydanın adiyyəti var yoxsa yox? Hə, yox sadəcə yazın. Yazan varsa. Yoxsa biraz gözləyib keçəcəyik. Deməli, yenə deyirəm, bunu biz keçməmişik deyənəm. Hə, yazılar. Əslində sual yox. Çünki ona görə əvvəldə dedim ki, əlin kəsilməsinin vacib olmasını biz danışmırıq. O soruşulsaydı bəzi biz deyəcəkdik ki, bəli, Quranla əməl etmək vacibdir, ona görə əlini kəsəcək. Yox, burada sırf sağ əli, yəni sol deyil, sağ əli kəsilməsinə dairdir. Deməli, bu variant doğru deyil. Bunun yəni adiyyəti yoxdur buna. Yəni sağ əlin kəsilməsinə dair. İkinci, əmr etmək, məsələn, ayədə nə gəlir? Kəsin əmrdir bu. Bu əmrdən söhbət gəlir. Əmr etmək vacibliyi gərəkdirər. Əmr etmək vacibliyi gərəkdirər, yəni vacibliyi tələb edər ki, əmr olundusa, deməli bu əmr olunan əməl vacibdir. Bunun bu məsələyə aiddir, yoxsa yox? Bu, hə. Bəli, maşallah, barakallah fikum, hər kəs doğru cavab vermişdir. Bu məsələ aiddir. Sağ əlini, yəni bu qiraət, şaz qiraət nədir? İbn Məsudun qiraəti sağ əlini kəsin, hə? Sağ əlini kəsin və nədir? Kəsməyi vacibliyi ifadə edər, əmr, kəsin məsələsi. Bu bir. Biz dedik ki, 3 dənə qayda olmalıdır burada. Bu 3 dənədən biri artıq çıxdı. Üçüncü variant. Hədd cəzalarının, məsələn, biz keçdik cinayətlər və qazilik fiqhində hədd cəzaları var idi. Məsələn, zinakar, içki içən, mürtəd və s. Onlardan biri də oğru. Düzdür? Hədd cəzalarının, həddlərin iqamə olunmasının vacibliyi, yəni həddlərin tətbiq olunmasının vacibliyi. Bu qayda buna aiddir, yoxsa yox? Hədd cəzalarının tətbiq olunmasının vacibliyi. Yenə deyirəm, sual sağ əlinin kəsilməsindən gedir. Sadəcə kəsilməkdən deyil. Ümumiyyətlə fikir verin. Yox. Ümumiyyətlə fikir verin. Bu qayda ən birinci biz demişdik ki, fiqhi qaydalar var, fiqhi məsələlər var, fiqhi qaydalar var və də usul qaydalar var, usul. Düzdür? Bu ümumiyyətlə hədlərin tətbiq olunması vacibdir. Bu usul qayda, yəni usula aid bir məsələdir bu. Fiqhi qaydalara aid bir məsələdir bu. Yoxsa, hə? Kim yazar bunu? Yəni üsul qaydasıdır ümumiyyətlə bu. Bizdən üsul istəyir. Fiqhi usula dair. Biz deyirik ki, 3 dənə üsul çıxarmalısınız, hansı aiddir. Bu fiqhi qaydalara aiddir. Bu fiqhi qaydalara aiddir ümumiyyətlə. Fiqhi məsələdir, yəni. Hökmdür, vacibliyi. Bəli. Yəni fiqh usulu ilə bağlantısı yoxdur. Fiqhə aiddir. Deməli, dördüncü variant. Bu da aid deyil. Dördüncü variant.
Mütləq bax bunu biz keçməmişik. İndi bilənlər varsa yazar. Ən azından təxminən deyir. Çünki dediyimiz kimi bu həqiqi ictihad sayılmır. Yəni müəllim tələbəyə, öğrenciyə deyir ki, burada bildiyinə əsasən belə deyir. İctihad edib cavab ver. Bu həqiqi ictihad deyil. Bu ictihad etmək bizə caizdir. Yəni amma həqiqi ictihad şərtlərini keçəcək. Şübhəsiz ki, yəni bizə caiz deyil, əhli deyilik. Ona görə burada yəni bilən cavab versin, dəqiq bilirsə, keçdiyi varsa, yoxsa ən azından belə təxmin eləsin. Deməli, mütləq şey var. Üçüncü bəndin cavabı fikri məsələdir bu. Fikri məsələ. Yəni hədlərin iqamə olması vacibdir. Hədlərin iqamə olması vacibdir. Deməli, mütləq olan bir şey, məsələn, əl. Musafda mütəvatir qiraətlərdə nə gir? Əllərini kəsin. Əl. Əl bu mütləqdir. Yəni əl biləkdənmi, dirsəkdənmi, çiyindən əldir bu hamısı. Ümumən götürəndə. O dərinə getmir. Yəni qeyd-şərtsiz olanda ilk anlaşılan biləkdən olan əl nəzərdə tutulur. Yəni ümumən mütləqdir bu. Amma şaz qiraətdə olan İbn Məsudun qiraətində nədir? Sağ əllərini və yaxud əl mütləq olaraq sağ, sol bu cürdə deyə bilərik. Sağ, sol, əl ümumiyyətlə sağmı, solmu bu da bilinmir. Amma o birisi müqayyət deyirlər. Yəni orada qeyd var. Sağ əllərini kəsin o qiraətdə. İbn Məsudun fəqtav əymənəhum. Bax burada dördüncü variant nə verir bizə? Mütləq gələn bir söz, müqayyət gələn bir sözə həml edilir. Yəni onun işığında anlaşılır, ona adaşınır, yəni ona aid edilir. Yəni mütləq bir söz sağmı, solmu bilinmir. Amma burada mütləq olmayan müqayyət söz var. Sağ əlini kəsin. Biz bu mütləq sözü sağmı, solmu bilinməyən ümumi bir mütləq bir sözü əgər müqayyət, yəni bir qeydlə gələn bir söz varsa, bu sözə tabi etməliyik. Yəni deməli sağsa sağ, sol olsaydı sol, bu da sağdır. İndi bu qayda bu məsələyə aidiyyəti var yoxsa yox? Ümumi mütləq bir sözü müqayyət qeydlə deyilən bir sözü sağ əlini qeyddir. Sağ əlini məsələn sol deyil. Buna yəni həml etməliyik, yəni buna aid etməliyik, buna tabi olur, yəni belə deyim. Bəli, doğrudur, doğru cavab odur. Bu da oldu nə? Bizim ikinci üsulumuz. 3 dənə istəyirdi bizdən. Beşinci variant. Oğurluğun haram olması. Mən oğurluq etmək haramdır. Bu məsələnin bizim məsələyə aidiyyəti var ki, sağ əlinin kəsilməsi vacibdir. Oğurluq haramdır. Yox yazılır. Bəli, doğru cavab yox. Bəli, doğru cavab deyil. Bu oğurluğun haramlığı sağ əlin kəsilməsinə aid deyil bizdən istənilən. Sonra bu da doğru deyil. Deməli aidiyyəti yox. Altıncı gəlir. Nəhi, necə ki biz demişdik, əmr vaciblik gərəkdirər. Nəhi, yəni qadağan. Deyirsən ki, məsələn, oğurluq etmə, bunu etmə, nəhi, qadağan edirsən. Bu nədir? Təhrim, yəni haramlığı gərəkdirər. Nəhi? Haramlığı gərəkdirər. Bu məsələnin bizim məsələ ilə əlaqəsi var, yoxsa yoxdur? Yox, bəli, yoxdur. Çünki burada nəhi yoxdur. Ümumiyyətlə, burada deyilmir ki, oğurluq etməyinə bu ayədə ümumiyyətlə nəhi yoxdur. İstər mütəvatir, istər şaz. Bəli, yoxdur. Maşallah, barakallahu fikum. Hər kəs doğru cavab vermiş. Deməli, 7-ci variant, burada 8 variant var, ikisi qaldı. 7-ci, şaz qiraətin hücciyyəti məsələsi. Yəni, şaz qiraət hüccət olub olmaması məsələsi. Bizim məsələyə sağ əlinin kəsilməsinə adiyyəti var, yoxsa yox? Yazan oldu mu görmədim. Yox, hələ ki, xeyr o birisinə aiddir. Bəli, yazırlar. Bəli, doğru cavab bəli. Əsas mövzu da elə budur keçdiyimiz ki, bu nədir? İbn Məsudun şaz qiraətidir. Nədir? Sağ əllərini kəsin. Bu birbaşa sağ əlinin kəsilməsinə vacib olmasına birbaşa aid olan üsuli bir qaydadır. Burada üsul nədir? Şaz qiraətin hüccət olub olmaması. Birbaşa üsula aiddir. Və sonuncu variant, belə bir şey var. Şeyxlərimiz həmişə deyir, bu, məsələn, bir yerdə 3 variant verilir. 3 variant. Məsələn, ya budur, ya budur, ya budur. Məsələn, sual cavabı. Yəni, ya A, ya B, ya C. Məsələn, A-dır, yox, B-dir, yox. Onda avtomatik olaraq dir C-dir. Ona görə təklif edir həmişə ki, testləri tərtib eləyəndə, test suallarını tərtib eləyəndə həmişə yəni belə bir təklifdə olur ki, şeyximiz Amir bin Bəhcət ki,
Yani üç şeyden daha artıq, dördüncü bir variantda artırın ki, yani tələbədə elə bir olma, elə bir şey olmasın. Sadəcə bu deyil, bu deyilsə, heç varianta baxmadan, düşünmədən desin ki, onda üçüncüdür. Yəni hər hansı bir cavab olmalı ya yox. İndi burada da bizdən üç dənə üsul istənildi. Biz artıq üçünü də seçdik. İkincini, dördüncünü və e, yeddinci. Hə? Sekizincini yenə də oxuyaq, yəni təqsim həmən variantlar tamamlansın deyə. Amma avtomatik olaraq bilirik ki, deməli o e, yəni cavab yoxdur. Yəni məsələmizə aidiyyəti yoxdur deyə bilərik. Yenə də oxuyaq. Bəlkə dördüncü üsul çıxdı. Deməli 8-ci variant nədir? Kul sözü, kul ərəbcə kullun, yəni e, hamısı, hə? Məsələn, hamısı sözü, hə? Ümumiliyi ifadə edər. Yəni bir ayədə gəlirsə, məsələn, hər bir nəfs ölümü dadacaq, məsələn. Hə? Hər bir nəfs, hər sözü. Bu nədir? Nəfs ümumiliyi ifadə edir. Kul sözü varsa ümumiliyi ifadə edir. Yəni hər bir nəfs, istisnasız, şübhəsiz dəlil gəlməyəcək. İndi bu məsələnin bizim həmən bu sağ əlinin kəsilməsinin vacibliyinə dair aidiyyəti var, yoxsa yoxdur? Yox yazdınız deyəsən, ya, yox. Bəli, yoxdur. Yoxdur, bəli, yoxdur. Çünki ümumiyyətlə kul sözü bu ayədə kullun, yəni sözü keçmədi. Kullu sözü keçmədi. Bu biri sual isə Peyğəmbər sallallahu əleyhi və səlləm feilinə aiddir ki, biz bunu keçməmişik. İnşallah səhifəmizə qayıdaq. Çatı bağlayıram. Bu səhifəni biz keçdik. Bizim dediyimiz kimi üzərində icma olunmuş 4 dəlil vardı. Onların birincisi Quran idi. Bu qədərin, yəni müəlliflərin bizə təqdim elədiyi miqdarında qədərini keçdik. İndi keçir ikinci. İkinci nə idi? Sünnə. Düzdür? Birinci Quran idi, ikinci sünnə idi, sonra icma, sonra qiyas. İndi keçirik sünniyə. Əs-sünnətun nəbəviyyə. Burada yazılan nəbəvi sünnət, yəni Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəti. Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəti üç növdür. Üç növdür. Qavl, söz yazırsınız. Burada sağa geri feil. Bu ikincidir feil. Yəni əməli, hərəkəti, feili. Yəni feili yazın. Üçüncü iqrar. İqrar ki, bunların nə olduğunu keçəcəyik. Burada birinci Peyğəmbər sallallahu aleyhi ve sellem sünnətinə baxış, yəni nəzər salırıq. Hansı cəhətdən? İki cəhətdən. Ümumiyyətlə, mətn cəhətindən sünnəyə baxılır, bir də sənəd cəhətindən, yəni isnad, sənəd baxımından. Ki, biri mətn dəlalət bildirir, yəni nə mənaya gəldiyini, hansı məna daşıdığını bildirir. Sənəd isə onun sübutu. Çox eşidir, sübutu və dəlaləti, sübutu və dəlaləti, qəti və yaxud zənni və s. Həmən sübut, yəni mətn dəlaləti bildirir, mətn gəlir, onun mənasını araşdırırlar. Buna rivayə, dirayə deyirlər. Bir də sübut, həmən bu sənəd, sənəd deyirik, sənəd də nə deməkdir? Həmən o sübutu. Ki, məsələn, Quranda da biz, məsələn, sübut, indi kimsə deyər, orada heç keçməzik biz, mətn aydındır. Quranın ayələrinin daşıdığı mənalar, ayələr, onların daşıdığı mənalar, dəlalətlər və s. hamısı gələcək ki, onlar bütün şəri naslara aiddir, o dəlalətlər, sözlərin dəlalət etdiyi mənalar. Amma sənədi baxımından Quranı keçdi ki, mütəvatir olur, mütəvatir. Bir də ki, şaz, əhəd, əhəd, yəni şaz qiraətlər nədir? Əhəd, mütəvatir və əhəd. O da onun Quranın sənədi baxımından, sübutu baxımından mütəvatir, şübhəsiz ki, nədir? Dediyimiz kimi üzərində icma olunmuş. Qəti bir hüccətdir, təvatür şəklində gəlib çatmışdır. Onların Quran olmasına yəni heç bir şübhə yox. Ona görə alimlər nə deyir? Qurandan bir dənə ayə belə, bizim bildiyimiz 10 qiraat ki var, mushaf, təvatür yolla bizə gəlmiş və qəti hüccət sayılan Qurandan bir ayə, bir hərf belə kimsə inkar eləyərsə, yəni Allah qorusun, İslamdan çıxar. Niyə? Çünki qəti olaraq bilinən, qəti hüccət olan, təvatür şəklində gələn bir şeyi inkar etmişdir. Deməli, birinci söz nədir? Peyğəmbərimizə sallallahu əleyhi və səlləm əs-sünnətül qavliyyə də deyirlər. Qövli sünnət, qövli. Namazlarda, fiqh kitablarında da biz keçmişdik, məsələn, feili sünnətlər və yaxud namazda, məsələn. Və yaxud qövli, qavli, yəni sözlü sünnətlər. Bu nədir? Söz, yəni Peyğəmbərimizin sallallahu əleyhi və səlləm, məsələn, dediyi sözlər. Həmən o, məsələn, əməllər niyyətlərə görədir və yaxud da ki, digər sözlə dediyi, sözlə ifadə etdiyi sözlər ki var. Buna nə deyirlər? Sözlü, yəni qövli
sünnetlər ki, bunların dəlalətlərini Peyğəmbərimizin sallallahu əleyhi və səlləm dediyi sözlərin nə ifadə etdiyini, nəyə dəlalət etdiyini, mənalarını biz burada yox, dəlalətdə keçəcəyik. Üçüncü yer ki var. Var mədlul, hökm, dəlil, indi dəlildəyik. Sonra dəlalət keçəndə keçəcəyik ki, orada əmr nə ifadə edir, nəhy nə ifadə edir, ümumilər nədir, hə? O mütləq, müqəyyət, o suallarda keçdik. Bunlar hamısı dəlalətdədir, sözlərin dəlalətində keçəcəyik. Əsas nədir? Burada bilmək lazım olan bizə budur ki, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm qavl dediyimiz sözü sözlü, qavli sünnət sayılır. Feil, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm hər hansı bir demədən feil, əməl etdiyi bir söz. Feil daha doğrusu. Məsələn, dəstəmaz alarkən belə edərdi, madmada, məsələn, ağzına o su alıb, suyu dövr edərdi ağzında, hə? Çalxalayardı ağzını. Məsələn, yəni hər hansı bir orucla bağlı, namazla bağlı, bütün şeylərlə bağlı nədir? Söz, feili sünnətlər var, feili. Üçüncü də nədir? İqrar. İqrar nədir? İqrar. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm burada nə bir şey demiş, qövl yoxdur bu barədə. Nə də ki, onu özü də etməmişdir, feillə yoxdur. Sadəcə hər hansı bir sahabənin məsələn etdiyini görmüş, hətta qeyri-sahabənin, gələcək hətta yəni məsələn Yahudi Peyğəmbərimizin sallallahu əleyhi və səlləm Yahudi dövründə Yahudi gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm bir söz deyir. Mövzumuz o deyil deyənə hədisi demirəm, ümumən misal. Bir söz deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında gəlir. Hətta kiçik şirkə aid məsələn hədislər var. Hətta Allahın ismi sifətlərinə aid məsələn hədislər var. Yahudilər gəlir məsələn öz dinlərindən bildiyi, öz tərif olunmuş olsa da öz kitablarından bildiyi bir söz deyirlər və Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi hədislərdə keçir ki, təbəssüm edir. Ravidir təsdiqən ləhu. Yəni onu təbəssüm etməyin növləri ola bilər. Yəni ki, Allah qorusun Peyğəmbərimiz sallallahu əleyhi və səlləm kiməsə belə deyil, yanlış bir şeyə gülməkdən münezzəhdir yəni. Ona görə nədir? Bir şeyi orada yəni təsdiq etmək üçün. Yəni o Yahudinin dediyi söz doğrudur ki, onun sözünə təbəssüm etmişdir, sevinmişdir ki, əlhamdülillah haqq sözü Yahudi də olsa onun ağzından çıxmışdır məsələn. Təsdiqləmək üçün. Yəni bu nədir? Bu iqrardır. İqrarlardan biridir. İqrar nə oldu? İndi tərifini onu deyirəm. Bu sadəcə misal idi. İqrar Peyğəmbərin sallallahu əleyhi və səlləm zamanında onun huzurunda deyirlər. Yəni onun olduğu yerdə o başqa yerdə, o başqa onu demirik. Biz bu qədərin keçirik fiqhdə. Çünki məsələn var bəzi üsullarda var ki, Peyğəmbərin zamanında ümumiyyətlə baş verən bir şey, hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm orada olmasa da, yəni onun zamanında baş verən bir şey oldusa, ona aid vəhy nazil olmadısa, o da iqrar sayılır deyənlər də var. Biz indi bunun neyin Həmbəli məzhəbinə görə doğru olub olmadığını demirik. Biz burada əsas yəni dərslikdə keçən onun yanında, yəni huzurunda burada nə mənada? Peyğəmbər sallallahu əleyhi və səlləm olduğu yerdə, özü olduğu bir yerdə bir söz deyilərsə məsələn və yaxud bir feil edilərsə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm susarsa o şeyə, o sözəmi, feiləmi artıq nədir? O, yəni iqrar sayılır. İqrar sünnətidir. Bu da sünnət sayılır Peyğəmbərimizin. İndi bunların hökmlərini keçəcəyik ki, vacibdirmi, sünnət, bu mübahtırmı, müstəhəbdirmi, bu fərqli hökmləri var. Əsas bunu bilmək lazımdır ki, bu sünnətdir. Peyğəmbərimizin sallallahu əleyhi və səlləm iqrarı. İqrarı nə oldu? Görüb, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm görüb və eşitdiyi şeyə, yəni susması, inkar etməməsi. Yəni susub inkar etməmişdirsə, bu nədir? İqrar sünnəti sayılır. Məsələn, bunlardan biri feili olaraq, məsələn, adda bu nə deyirlər bizdə? Böyük kərtə, varan, rusça varan deyirlər, bizim də bilmiyorum. Böyük kərtənkələr ki var məsələn, onların halal olub olmaması. Məsələn, halaldır. Niyə? Peyğəmbərimizin sallallahu əleyhi və səlləm çünki süfrəsində onun yanında yeyilib və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu inkar etməmişdir. Çünki haram olsaydı Allah qorusun mütləq Peyğəmbərimiz sallallahu əleyhi və səlləm inkar edərdi onu. İnkar etməmişsə, deməli bu nədir? Ən azından bunun yəni iqrar sünnəti olaraq qəbul edirik və yenə deyirəm, sünnət dedikdə biz demirik, yəni bu ya müstəhəbdir, ya vacibdir, ya mübahtır. Bunların hökmləri növbəti səhifədə gələcək. Əsas iqrar nədir? Görüb sustuğu və yaxud görüb və eşidib inkar etmədiyi nə varsa ona biz deyirik Peyğəmbərin iqrarı.
Yəni onu susmaqla elə bil ki, o deyirlər susmaq razılıq əlaməti məsələn. Yəni susmaqla bu feilin ən azından haram olmamasını bildirmişdir sallallahu əleyhi və səlləm. Heç bir şey söz söyləməsə də. Sonra buna misal məsələn nə deyə bilərik? Fəcr namazın 2 rükət sünnəti ki var, onları qəza etmək. Məsələn, Rasulullah sallallahu aleyhi ve sellem özü fəcr namazını məsələn bəzən yatıb qalsaydı ki, hədislərdə rivayət olunub, fəcr namazının sünnətini qəza edib, yox. Sadəcə bir sahabə, məsələn, fərz namazına yetişib, sünnət namazını qılmağa yetişməmişdi. Rasulullah sallallahu aleyhi ve sellem bir sahabəni görüb ki, fərz namazı qılınandan sonra cəmaatla 2 rükət fəcrdən öncə qılınan 2 rükət sünnət ki var, 2 rükət sünnəti qəza eləyirdi. Qəza eləyirdi. Nə oldu? Rasulullah sallallahu aleyhi ve sellem onu gördü, bir şey demədi. Ona görə nə deyirlər alimlər? Bu iqrar sünnətidir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onu inkar etməmişdir və də iqrar sünnəti sayılır. Deməli, keçirik növbəti səhifəyə saatımız. Əlhamdülillah. Yaxşıdır. Növbəti səhifə. İndi bunları bir-bir biz nədir dediyimiz kimi qövlü sünnəti, sözlü sünnəti biz dəlalətdə keçəcəyik. Yəni niyə görə deyirəm? İndi biz birdən birinci yox, ikinci feili sünnətlərə başlayacağıq deyənə kimdəsə sual yaranmasın ki, niyə qövlü sünnət niyə keçməyəcəyikmi? Yox, keçəcəyik dəlalətdən. Sözə aid olduğu üçün sözlərin dəlaləti ilə, sözlərin bildirdiyi mənalarla bağlı olduğu üçün dəlalətdə gələcək. İndi isə feilə keçəcəyik. Deməli bu yazırsınız əl-fə'lün nəbəvi. Burada yazılır nədir? Nəbəvi feil. Yəni Peyğəmbərin sallallahu aleyhi ve sellem feili. Bu nədir? Bu da Peyğəmbərimizin, bu da dəlalətdir, amma feilin dəlalətidir. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem ən azı 23 il Peyğəmbərlik dövründə, Peyğəmbərlik veriləndən sonra ən azı məsələn bu tərəfini götürsək, bu Rasulullah sallallahu aleyhi ve sellem çoxlu feillər yəni etmişdir, doludur. Həyatı feillərin, hərəkət, hər bir insanın feili var, yaşayır. Bu feillərin nəyə dəlalət etdiyini, bu feilin dəlalətlərini keçəcəyi, bu feil məsələn Peyğəmbər sallallahu aleyhi ve sellem filan feil etmiş və yaxud sözlərə aid o dəlalətə keçəcək. Filan feili etmişdir. İndi bu feil vacibdirmi Peyğəmbər etdiyi üçün sallallahu aleyhi ve sellem, müstəhəbdirmi, yoxsa sadəcə mübahtırmı, yəni caizdir, vacibdir, müstəhəbdir. Yəni bu nəyi dəlalət edir? Bax, biz bunu indi keçirik. Peyğəmbərin sallallahu aleyhi ve sellem feilini və burada bir çoxunda, bir də görürsən, bugünkü gündə bəzi yanlışlar yaşanır. Bu təqsimatı bilməmək üçün. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə gəlir ki, belə etmişdə, deyir bu, məsələn, illahda deyir sünnətdir, müstəhəbdir, artıq etmişdirsə. Və yaxud da kimsə deyir vacibdir, və yaxud da deyir yox, yəni mübahdır, vacibliyinə dair dəlil yoxdur və s. Yəni bunu nədir? Biz ən azı üsul elmi olaraq keçəcəyik. Burada feilin növü var, sağ sütunda və həmən qarşısında da həmən feil növləri ki var. Burada neçə? 5 növ feil gəlir. Onların hər birində hökmü var. Artıq mübahtırmı? Ümumiyyətlə biz ondan dəlil götürə bilərik, götürə bilmərik. Buna aid hökmlər var. Deməli, Peyğəmbərin feilini yazırıq burada növ. Ox aşağı növü. Yəni həmən feilinin növü. Ən birinci əl-muxtas bihi. Yəni Peyğəmbərə sallallahu aleyhi və səlləmə xas olan, orada elə yazın, əl-muxtas bihi. Yəni ona xas olan. Yəni nədir? Bu Peyğəmbərə xasdır sallallahu aleyhi və səlləm. Misal məsələn Peyğəmbərin sallallahu aleyhi və səlləm 4 zövcədən artıq alması caizdir ona, düzdür. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem neçə zövcəsi var idi? 11 zövcəsi məsələn. Ümumən. Bu 4-dən artıq idi, düzdür. Halbuki ayə var. Yəni onlardan 2-2, 3-3 ya 4-4 evlənir. 4-4 o demək deyilsək, 4-4-8 bəzi Allah qorusun, bəzi belə anlayanlar var. Şübhəsiz elmdən uzaq insanlar. Bu özlərini, yəni şərq şünaslarla özlərini İslama nisbət edənlər, şübhəsiz ki, İslam alimlərinin arasında bu cür anlayan yoxdur. Yəni orada nədir? 4. Ən çox 4. Düzdür. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nədir? 4-dən artıq. Niyə? Çünki birbaşa ayə var. Əhzab ya Nur surəsində tam xatırlamam. Ayə var ki, bu möminlərdən xaric, yəni möminlərdən fərqli olaraq xas sənədir məsələn. Və yaxud şeyə aid, ola bilər qarışdıraram. Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin ona özünü hədiyyə edən qadınla evlənməyin caiz olması.
Məsələn, vəli yox. Hə? Özünü hədiyyə edən. Bu nədir? Peyğəmbərimizə xasdır. Buna birbaşa həmən dediyim ya Əhzab ya Nur surəsində, səhv etmirəmsə bəlkə də başqa surədə ola bilər. Deməli də birbaşa ayədir ki, möminlərdən fərqli olaraq nədir? Möminlərə deyil, xas sənə olaraq özünü sənə hədiyyə edən, özünü peyğəmbərə hədiyyə edən qadınla evlənməyə nədir? Caiz olmasına dair ayə var. Düzdür? Bu nədir? Burada əsas onu birinci deyək ki, burada kənarda qeyd edin. Yəni bilməyənlər, bilənlər də bir xatırlatma olsun deyə. Çünki bəzi insanlar, yəni biz şəxsən elə eləyirik və şeyxlərimiz bunu məsləhət görür. Hətta şeyximiz Əhməd Əl-Qoymi həmişə deyir ki, yəni nə qabağa çıxdı dərsdə, kitablarda, yəni fayda nə varsa hamısını yazdır. Hamısını deyir, istisnasız. Çünki bilmirsən o məsələn neçə il bəlkə əvvəl yazdığın şey sənə nə zaman lazım olar? Bəzən lazım olur. Bilirsən hansı kitabı, amma qeyd eləmisənsə onu qeyd edirsən. Ən azından həm xatırlatmaq üçün baxmağa, inşallah gələcəyinə siz keçdiyiniz bu dərsləri kim gözəl şəkildə dərs keçər, məsələn, öyrənərsə, nədir? Ondan sonrakilərə məsələn öyrədəndə, məsələn, onda qeyd eləyir. Bilir ki, burada yəni həmən məsələyə toxunulmuşdur, həmən məsələni də izah eləmək lazımdır. Burada nədir? Peyğəmbərimizə sallallahu əleyhi xas olan birincisi qayda olaraq orada kənarda yaza bilərsiniz ki, əsil olan məsələn ayədə bir ayə gəlir ki, ey iman gətirin, ey peyğəmbərimizə sallallahu əleyhi və səlləm dair ki, peyğəmbərimiz feili ilə bağlı biz danışırıq deyənə sırf feilə aid deyil. Məsələn, peyğəmbərimiz sallallahu əleyhi və səlləm filan feil etmişdir. Məsələn, və yaxud digər bir feil etmişdir. Məsələn, 9-11 zövcə almışdır və yaxud da ki, özünü ona hədiyyə edən qadınla evlənmişdir və yaxud da ki, məsələn, orucları nədir? Ard-arda tutmuşdur iftar etmədən. Düzdür? İftar etmədən. Bizə olar bu yox. Yəni əsil olan şəriətdə varid olan feillər ki var, peyğəmbərin sallallahu əleyhi və səlləm feilləri, biz onlardan özümüzə dəlil götürürük və o bütün ümmətə, yəni əsil olan nədir? Peyğəmbərə xas, peyğəmbərin etdiyi feillər ona xasdır. Sadəcə bizə aid olmasına dair biz dəlil gətirməliyik, dəlil olmalıdır. Yoxsa əsil olan odur ki, peyğəmbərin etdiyi feillər bütün ümmətə aiddir. Bütün ümmət üçün örnəkdir. Yalnız nədir? Peyğəmbərə xas olmasına dair dəlil gəlməyənə qədər. Yəni belə bir sual. Aydındır inşallah. Yəni bir peyğəmbərimizin sallallahu əleyhi və səlləm feili var. İndi əsil olan iki şey var. Ya bu feili ona xastır, peyğəmbər etmişdir deyə sallallahu əleyhi və səlləm ona xastır. Bizə də aid olmasına dair dəlil gələnə qədər bu feil deyirik ki, peyğəmbərə xastır. Yoxsa tam əksinə, peyğəmbərimizin sallallahu əleyhi və səlləm etdiyi feil yəni bütün ümmətə aiddir. Bütün ümmət o feillə əməl edə bilər, onu özünə örnək tuta bilər, ümmətə örnəkdir. Ta bu feilin yalnız və yalnız peyğəmbərə aid olmasına, xüsusi olaraq xas olmasına dair dəlil gələnə kimi. Doğru cavab ikincidir. Yəni ona görə yazırsınız, əsil olan peyğəmbərimizin sallallahu əleyhi və səlləm feili ümumiyyətlə peyğəmbər, yəni burada sadəcə bir feilə aid danışırıq, yəni yoxsa söz olsun, digər feili olsun, nədir? Əsil olan onu bütün ümmətə örnek olmasıdır. Bütün ümmətə nədir? Bir nümunədir. Ayədə gəldiyi kimi Rasulullahda sallallahu əleyhi və səlləm sizdə gözəl bir örnek vardı. Kimlər üçün? Nədir? Allah ümid edib Allahı və axirət gününü arzulayanlar üçün, ümid edənlər üçün, Allaha və axirət gününə ümid edənlər üçün. Yəni burada nədir? Bu dəlildir ki, peyğəmbərimizə sallallahu əleyhi və səlləm bütün feillər ki aid var, onlar sırf ona xas deyil. Onlar bütün ümmətə örnəkdir. Əsl budur. Bunun xas peyğəmbər olmasına dair kim iddia eləyirsə bu iddianı, ona dair dəlil gətirməlidir. Məsələn, biri deməsin ki, məsələn, biri gəldi ki, peyğəmbərsən, sən niyə bu əməl, məsələn, sünnət bir əməl eləyirsən, peyğəmbərin elədiyi bir əməl, sallallahu əleyhi və səlləm, kimsə deyə bilməz ki, sənə gəlib deyir ki, sən bunu niyə eləyirsən? Sən deyirsən ki, Rasulullah sallallahu əleyhi və səlləm hədisdə gəlmişdi ki, bu cür etmişdir, o yüzdən eləyirəm bu cür. O sənə deyə bilməz ki, yox, peyğəmbər edibsə, bu xas peyğəmbərə aiddir. Yəni sən də bunu edə bilərsən deyə belə bir ayə, bir hədis var. Elə qalsa biz əməllərin çoxsuna biz də bunu edə bilərik deyə dəlil tapa bilmərik. Ona görə əsl olan qayda nədir? Alimlərdir. Bütün Quran və sünnəni, icmanı və s. alimlər dediyimiz kimi şəriət bildiyi nədir? Şəriətdən nəticə olaraq bu cür qaydalar çıxarılır ki, biz demişdik qaydalar nəyə? Ya nassa birbaşa əsaslanır, ya da ki,
e, o dəlilləri e, araşdırmaqla, təhqiq etməklə ortaya çıxır. Deməli, qayda nə olur? Əsl olan bütün peyğəmbər feilləri və s. Rasulullah sallallahu əleyhi və səlləm bütün ümmətə örnəkdir. Amma müəyyən bir feilin xas peyğəmbərə olmasına dair artıq kim iddia edirsə bunu dəlil gətirməlidir. Ki dediyimiz misallarda məsələn 4 zövcədən artıq ala bilməsi, hə? Peyğəmbərə xasdır. Hə? Sonra vaxt gəldi, ayə gəldiyində Rasulullah sallallahu əleyhi və səlləmə Allah Subhanahu taala Quranda buyurur ki, artıq bundan sonra olmaz. Məsələn, ancaq cariyə olaraq götürə bilər, amma evlənmək artıq nədir? Nəhy olunur. Ondan sonra və yaxud özünü hədiyyə edən qadından evlənmək Peyğəmbərimizə xasdır dediyimiz ayəyə əsasən və yaxud da ki, məsələn, orucu birləşdirməyi biz deyə, yəni ard-arda iftar tutmadan, iftar etmədən, orucu açmadan birləşdirmək. Hə? Bu da nədir? Peyğəmbərimizə xasdır. Buna soru-söz hardan dəlil? Çünki Peyğəmbər etmiş bunu, vısal deyirlər buna, vısal, nə? Vəsil sözündən birləşdirmək. Hə? Niyə? Çünki Rasulullah sallallahu əleyhi və səlləm hədisdə sahabelər belə, hətta sahabələrin bu sözü ona dəlil, həmin qaydaya dəlildir ki, əsl olan peyğəmbərdən örnək götürməkdir. Bütün feilləri ümmətə örnəkdir. Ta onun ona xas olmasına dair dəlil gəlməyəcək. Sahabələr radiyallahu anhum nə deyirlər? Deyirlər ki, onlar vəsl eləyirlər vısal. Onlar da orucu ard-arda tuturlar iftar etmədən. Yəni 2 gün, 3 gün, 4 gün ard-arda iftar etmədən ancaq bir dənə sahurla, bir də neçə gün sonra məsələn ancaq iftar edərlər. Nədir? Rasulullah sallallahu aleyhi ve sellem onlara nəhy eləyir. Rasulullah sallallahu aleyhi ve sellem deyirlər ki, ya Rasulullah, bəs sən edirsən axı. Yəni bu neyi bildirir? Onu bildirir ki, deməli onun feilindən sahabələr anladığı o idi ki, həmən biri sahabənin fəhmi, yəni anlama qaydası. Deyir ki, onlar elə anlamışlar ki, onun bütün feilləri onlara örnəkdir. Ona görə örnek alıb onlar da orucu ard-arda bu cür iftar etmədən tutardılar. Onda nə edir? Onun xas olduğunu Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən sizi kimi deyiləm. Mən sizi kimi deyiləm, Rəbbim məni yedirir, içirir. Və burada həqiqi yeməkdən, içməkdən söhbət getmir, çünki həqiqi yemək, içmək iftarı pozar. Yəni ona qüvvət verir və s. mənasında alimlər bunu şərh edirlər. Deməli nədir? Əsl olan odur ki, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm bütün feilləri bütün ümmətə örnəkdir. Sırf o feil xas olaraq Peyğəmbərə aid olduğuna dair dəlil gələnə kimi. Bu bir qayda olaraq bilin. Çünki bir çox şeylərdə, məsələn, zikirlərdə belə namazdan sonraki zikirləri səslə etmək sünnətdir, yoxsa yox, məsələn. Peyğəmbərin bunu səslə etməyinə dair hədis var. Məsələn, alimlər bəziləri deyir ki, bu xas Peyğəmbərə aiddir. Xas olduğunu harda? Dair heç bir dəlil yox. Ki, açıq-aşkar hədisdə ki, bu xas Peyğəmbərə aiddir, onlar yox. Bunlar ki, bəziləri həml edirlər, bu öyrətməklə bağlı. Peyğəmbər bunu öyrətmək niyyəti ilə səslə edərdi. Və yaxud ona görə kim öyrətmək niyyəti ilə edərsə səslə olar, yoxsa səs. Yəni, nədir? Həmən qaydaya bağlanır. Görürsünüz, bir neçə məsələlər, bu sadəcə yadımda qalan bir örnek. Ki, məsələn, bu qaydanı biləndən sonra sizə kimsə deyəndə ki, bu Peyğəmbərə xasdır, artıq sən dəlil tələb eləyəcəksən ona. Yoxsa Peyğəmbərə bu feil edib, mən də edirəm deyənə, o səndən tələb edə bilməz feili. Çünki əsl olan odur ki, biz ondan örnək götürürük. Amma ona xas olduğuna dair o artıq kim iddia edirsə dəlil gətirməli. Deməli, bu Peyğəmbərimizə sallallahu əleyhi və səlləm xas olan bir şeyin hökmü nədir? Hökmü nədir? Burada bir şey, bilmən qeydə baxın, gözüm seçmiş. İnşallah misallar dedik sizə, 3 tane misal. Bunun hükmü nədir? Burada ortaqlıq yoxdur. Yəni Peyğəmbərimizə sallallahu aleyhi ve sellem biz bu şeydə ortaq deyilik. Yəni bir şey ki Peyğəmbərimizə xasdır dediyimiz misallarda orucu iftar etmədən ard-arda bir neçə günü birləşdirmək, 4 cövzədən artıq almaq və yaxud özünü hədiyyə etmiş qadını vəlisiz və s. Nigahlamaq, almaq və s. Bunlar və digər Peyğəmbərə xas olduğu isbatlanan əməllərdə şəriklik yoxdur, ortaqlıq yoxdur. Yəni biz o şeylərə ortaq deyilik. O xas Peyğəmbərə aiddir. Sallallahu aleyhi ve sellem biz onu özümüzə dəlil götürüb onu əməl etməyi haqqımız yoxdur, məşru deyil. Yəni şəriətdə caiz deyil. Hökm bu oldu. Ortaqlıq yox. İkinci, əl-cibilli vəl-adi. Bu növü, feili növün, Peyğəmbərin feillərinin 5 növlərindən ikincisi nədir? Əl-cibilli, elə də yazın, cibilli. Cibilli nədir? Fitri də yaza bilərsiniz, fitri. Yəni fitri, təbii, insanın təbiətindən gələn bir şey. Onun sadəcə insani, bəşər
təbiətindən gələn bir şeydir. İkinci əl-adi, adət sözü. Yəni adət örf keçmişi. Bu adətlə bağlı ki, bu yerdən yerə, zamandan zamana dəyişilə bilər. Cibilli şey dəyişilmir. Cibilli şey, yəni necə dəyişilmir? Onların ortaq bir şeyləri var. Məsələn, yemək. Yəni insan yemədən yaşaya bilər? Yox. Yəni hər bir insan yeməlidir. Hə? İndi kimsə gündə 3 dəfə yeyir, kimsə 2 dəfə yeyir, kimsə 1 dəfə yeyir. Bu tələbatına görə insanın təbiətinə uyğun bir, yəni necə deyim, bir fitri bir şeydir, cibilli deyirlər buna. Hə? Əl-adi bu iki ayrı şeylərdir. Bu isə adətə aid bir şey. Yəni Peyğəmbərimizin sallallahu əleyhi və səlləm cibilli olaraq, yəni fitri, təbiəti olaraq öz nəfsi, yəni təbiəti ki var, təbiətindən irəli gələn bəzi şeyləri etmişdir, feilləri. Məsələn, indi bunun ikisinə də misal gətirək, sonra hökmünü oxuyaq. Məsələn, Rasulullah sallallahu əleyhi və səlləm hədislərdən birindən keçir ki, səhərin şərbət sevərdir. Səhərin şərbət, yəni şərbət nədir? Fərqli-fərqli, o vaxt xurmadan və s. Yəni əsas nədir? Şirin bir şeylə qaçdırılmış bir içkidir və sərin. Yəni sadəcə şirin deyil, sərin bir şey içərdir. Bu nədir? Onun təbiətindən gələn bir şeydir. Bu şeyi sevərdir. Düzdür, orada məsələn Ənəs bin Malikin rivayəti var. Məsələn o biz balqabaq deyirək, yoxsa balqabaq şeylərin dənələrini o Peyğəmbər sallallahu əleyhi və səlləm onu sevdiyi üçün mən də onu sevdim. Yəni bu nədir? Peyğəmbərə sallallahu əleyhi və səlləm burada indi biz o təfərrüata girmirik. Bu hətta cibilli təbii bir şey olsa belə, yəni müstəhəb, vacib bir şey deyil. Təbii bir şeydir, təbiətindən gələn bir şeydir ki, bunun hökmü burada yazılacaqsınız. Əl-cavaz, caizdir. Yəni Peyğəmbər bunu etmişdirsə, təbiətindən irəli gələn bir şey olaraq etmişdirsə, ibadətlə bağlı heç bir şey yoxdur bunun. Bunu sənin də, mənim də etməmin caizdir etməyimiz. Yəni, ya müstəhəb demirik, bu sünnətdir. Yəni, müstəhəb mənasında, yoxsa belə feili olaraq feildir, Peyğəmbərimizin feilidir. Və yaxud demirik, vacibdir, deyirik ki, caizdir. Amma bunu, yəni Peyğəmbərimizə sallallahu əleyhi və səlləm sevgidən dolayı Peyğəmbərimizə hər şeydə, bu şeylərdə belə, halbuki ibadət olmayan şeylərdə belə, yəni tabi olmaq, onun yolunu izləmək baxımından bu niyyətə görə insan bəli, inşallah ki, savab alır. Şeyxlərimiz dediyi kimi. Amma yəni bir şey ki, dediyimiz kimi bir şeyin əsli var, əslin hökmü var. Bir də ki, o müəyyən niyyətə görə və s. dediyimiz kimi, adi insan mübah bir şey yemək yeyəndə belə niyyətindən keçirsən, o bir alimlərin sözünü demişdik ya, nədir? Yəni arifin adətləri ibadətdir. Qafilin, nadanın, yəni o niyyətdən qafil olanın ibadətləri isə adətdir. Yəni bir insan yemək yeyəndə niyyətindən keçirərsə, mən bədənim güclü olsun, Allah üçün məsələn ibadət etməkdə, Allah yolunda vuruşmaq üçün və s. güclü olun, taqətim güclü olsun. Bu niyyətinə görə artıq savab qazanır. Yoxsa yemək özü mübahdır. Belə götürün. Yəni bu da bu qismdən hesab edə bilərsiniz. Deməli, təbiətindən irəli gələn. Ki, məsələn, səhərin şərbəti Peyğəmbərimiz sallallahu əleyhi və səlləm səhərin şirin içkini sevərdir. İndi biri də şeyximiz dediyi kimi bugün bu şeylər var. Kokteyl dediğimiz, yani Türkiye'de milk shake deyirlər. Milk shake İngiliz söz. Yəni bunu məsələn o da sərin və şirin bir içkidir. Yəni bunu sünnət deyib Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sevərdi. Sünnət deyib bunu elə arda için, yəni savabı qazanır. Yəni bu şey deyil. Bu təbiətdən irəli gələn bir şeydir. Əl-cibilli. İkinci əl-adi, adət. Yəni o vaxt ki, məsələn Peyğəmbərimizin sallallahu əleyhi və səlləm zamandakı ərəblərin adətləri ilə bağlı bir şey var idi. Hə? Məsələn, onu adət olaraq etmişdirsə, yəni bugünkü gündə məsələn bəzi baş geyimi məsələn kişilərə aid desək və yaxud qadınlara aid də hətta şəriətə uyğun örtüdür. Bəzi ölkələrdə fərqlidir. Şəriətə uyğundur, bəzi ölkələrdə fərqlidir. Artıq nədir? O ölkənin adətidir. O ölkənin adətidir və adət baxımından bu edilibsə, bir şey deyilsə ki, məsələn bu adi bir şey, adi burada adətlə bağlı bir şeydirsə, onun hökmü nədir? Ya təbiətlə bağlı olan bir şey və yaxud adətlə bağlı olan bir şey idisə Peyğəmbərimizin sallallahu əleyhi və səlləm etdiyi feil, onun hökmü cavaz, yəni caizdir. Həmin o ibahə dediyimiz mübah caizdir. Nə müstəhəb deyirik, nə vacib deyirik, caizdir. Edə bilərsən. Edə bilərsən, amma müstəhəbdir və s. demirik. Sonra üçüncü növ feil, əl-bəyani. Bizim haradasa 20 dəqiqə vaxtım inşallah ki çatdıram. Əl-bəyani bu səhifəni bitirən inşallah. Əl-bəyani bəyan sözündən, bəyan. Yəni bəyani feil nədir? Bəyan edən, açıqlayan, izahat verən bir feil.
Bunun birinci belə yazın, sonra hökmün yazaq, sonra misalla aydın olacaq. Bəyani feil, yəni bəyan edən, açıqlayan, izah edən mənasında. Bunun hökmü nədir? Hükmül mübeyyen, yəni bəyan olunanın hökmündədir. Yəni Peyğəmbərimiz bəyan olunanın hökmündədir. Elə yazın, mübeyyen, mübeyyen, orada fəthə görsü yazılan, yəni məful, mübeyyen, bəyan olunan. Bəyan olunanın, həmin o açıqlanan, izah olunan, həmin o feilin hökmündədir. Yəni o feilin hökmü vacibdirsə, deməli onu bəyan edən feil də vacibdir. Hə? Müstəhəbsə müstəhəb, mübahdırsa mübah. İndi misal da gətirəcək. Deməli nədir? Peyğəmbərimizin sallallahu əleyhi və səlləm məsələn və burada mücməl yaza bilərsən, mücməl bir şeyi, mücməl. Mücməl nədir? Ümumi məna verən, təfsilatsız ki, bunu dəlalətlərdə keçəcəyik. Dəlalətlərdə daha təfsilatlı. Bu mücməl bir, məsələn, Rasulullah sallallahu əleyhi və səlləmə ümumiyyətlə Quranda Allah Subhanahu taala buyurur ki, namaz qılın. Hə? İman gətirən məsələn namaz qılın. Namaz qılın. Namaz qılın. Namazın bu mücməl sözdür. Namaz nədir? Hansı namaz? Məsələn, hansı namaz? Məsələn, zöhr namazı neçə rükətdir? 4 mü? 5 mi? 3 mü? Yəni 2 də qılsam namaz qılmış sayılıram. 5 də qılsam namaz qılmış sayılıram. Yəni caizdir bu, yoxsa Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu etmişdir. Həmin mücməl olan bu və digər əmrləri məsələn və yaxud hər hansı bir Allahın Subhanahu taalanın göstərişlərini, əmr olsun, nəhy olsun, bunları nədir? Bəyan etmişdir. Feili ilə. Biz feildən danışırıq ümumiyyətlə bu səhifədə. Feili ilə bəyan etmiş. Məsələn, məğrib namazını 3 rükət qılmışdır. İndi biz deyə bilərikmi bu feili, yəni hər hansı bir mübəyyən dediyimiz mübəyyən, mücməl bir sözün, mübəyyən bir əmrin bəyanı idi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onu bəyan edərək feili ilə 3 rükət qılaraq bizə bəyan etmişdir. Bu feili ilə həmin o əmr olunan məğrib namazını bizə 3 rükət qılmağını bəyan etmişdir feili ilə. Düzdür? İndi biz onu nə deyirik? Bu 3 rükət müstəhəbdir, yoxsa mübahdır? Mən 5 də qıla bilərəm və yaxud 2 də qıla bilərəm. Hə? Yoxsa vacibdirmi? Bu həmən buradan hökmü qarşısında olan həmin o mübəyyən, açıqlanan ki var, yəni bəyan olunan feil ki var, məğrib namazı bizim misalda, yaxud biz zöhdür deyə və zöhr namazı, elə ilk dediyimiz misal üzərində duraq, zöhr namazı məsələn 4 rükət qıldı Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və zöhr namazın açıqlanandır mübəyyən, bəyan olunan. Onu bəyan edən feil isə Peyğəmbərimizin sallallahu əleyhi və səlləm həmin o qıldığı feili olaraq 4 rükət namazdır. Onu bəyan edən, bəyani feildir bu tərəfdən. Bəyan olunan nə isə zöhr namazının. Hə? Deməli, bu zöhr namazı vacibdir, yoxsa yox? Vacibdir. Düzdür? Deməli, onu da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qıldığı kimi 4 rükət qılmaq vacibdir, yoxsa yox? Bəli, vacibdir. Kimsə deməsin ki, müstəhəbdir, yox, vacibdir. Hansı feil, hansı hökmdədirsə o, açıqlanan feil, açıqlanan, yəni mübəyyən, həmin onu açıqlayan feillər o hökmdədir. Müstəhəb bir şeyi bəyan etmiş olsaydır, müstəhəb bir şeyi bəyan etmiş olsaydır, məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm namazdan sonraki zikirləri nə deyir? Aqd deyirlər, hə? Aqd. Çoxsumuz biz belə eləyirik. Hə? Bu əslində doğru deyil. Yəni, aqd nə deyirlər? Bu, düyünləmək, qattalamaq. Həl açmaqdır, məsələn, barmaqla belə. Qattalaya nədir? Zikir eləyərdir, məsələn. Bu nədir? Açıq-aşkar hədisdə gəlir. Bu nədir? Bu barmaqla eləmək müstəhəbdir, müstəhəbdir. Bu şəkildə ümumiyyətlə o zikirlər etmək müstəhəbdir, nədir? Bu şəkildə etmək, bu feili nədir? Bizə Rasulullah sallallahu əleyhi və səlləm bəyan etmişdir. Feili ilə həmin o bəyan olunan nədir? Şeyi, yəni o əməli bəyan etmişdir. Bu əməl müstəhəb olduğu üçün bunu bu cürdə eləmək deməli müstəhəbdir. Biz demirik ki, bu cür vacibdir etmək. Yox, alimlər deyir, bu cürdə edə bilərsən, başqa cürdə edə bilərsən. Yəni, bu iş müstəhəbliyə bağlıdır. Bu cür etmək amma müstəhəbdir. Hə? Ona görə nə olur? Bəyani feil, bəyan edən feili Peyğəmbərimizin sallallahu əleyhi və səlləm hökmü nədir o feilin? Həmin o bəyan etdiyi əməlin hökmündədir. Vacibsə vacib, mübahdırsa mübah, müstəhəbsə müstəhəb və s. Burada neçənci? 4-cü gəlir. 4-cü növ feil əl-ibadi, ibadi, yəni ibadət.
feili və yaxud təqarrubi də deyirlər buna. Allaha yaxınlaşdıran qurbət sözünü təqarrubi də yaza bilərsiniz. Təqarrubi qıyla məsələn. Bizim dildə kim yazırsa ərəbcədə. Burada yazan əl-ibadi, ibadət sözünə bağlı. Axırda yə nisbəti, yəni ibadətlə bağlı. İbadətə nisbət yəsən, ibadətə nisbət olan feil. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ibadət növündən hər hansı bir ibadəti müəyyən feillə etmişdir. Namazı bu cür qılmışdır. Məsələn, zikirləri bu cür etmişdir. Hə? Yəni orucu bu cür tutmuşdur, hicrəti, cihadı bu cür etmişdir. İbadətlə bağlı olan bir feil etmişdir. Artıq ibadətdir. Bu nə adətdir, öndə getdiyimiz, nə bir cibilli təbiətdən gələn bir şey, nə xas olan bir şeydir. Yəni ibadətlə bağlı olan bir feildir. Bunun hökmü nədir? Bunun hökmü nədir? Burada yazır vacib. Burada alimlər arasında ixtilaf var. Vacib yazır və qeyləsində sığatü tədayüf deyirlər buna. Yəni adətən belə deyilir və yaxud ruviyyə məsələn hədislərdə gəlir, rivayət olunur. Bu deyiliş formasından onu deyən insanın o deyilən sözümü, rivayət olunan rivayətimi zəif gördüyünü yəni ifadə edir bu söz normalda. Bəzən belə olmaya da bilər, amma çoxluqda bu budur. Və deyəndə ki, vaqi ilə yəni deyilir. Yəni əslində əvvəl nədir? Vacibdir. Amma belə deyənlər də var. Yəni sanki hökmü vacibdir. Bu məna bildirir. Amma yəni əsl olan da odur. Doğru görüşdə olan da budur. Amma nədir? Məndub, vaqi ilə məndub. Və deyirlər ki, məndub. Yəni bu cür deyənlər də var, bu cür deyilir, məndub. Deməli biz də elə də yazırıq. Yazın ki, burada hökmü nədir? İbadətə nisbət olan feilləri Peyğəmbərin sallallahu əleyhi və səlləm hökmü vacibdir. Vaqi ilə və deyilir ki, yəni bu cürdə deyənlər var, məndubdur. Məndub nə biz keçdik? Yəni müstəhəb, nafilə və s. Yəni vacib deyil, vacib olmayan. Yəni məndub, müstəhəb mənasında. Düzdür? Bu cür deyənlər də var. Bu arasında yəni bəziləri nədir? Əsil olan vacibdir. Yəni bir ibadətlə bağlı feil gəlirsə, o feil vacibdir. Ta onun əsil olanıdır. Ta onun vacib olmamasına, məsələn, müstəhəb və yaxud hətta mübah olmasına dair dəlil gəlməyənə qədər. Digər qism insanlar, alimlər nədir? Yox, müstəhəbdir. Bir ibadətlə bağlı eyni dediyimiz feil təsbit olunarsa, isbat olunarsa, gələrsə səhih sünnədə nə olar? Deyirlər ki, bunun əsli olan müstəhəbdir. Ta bunun müstəhəb olmamasına, məsələn, vacib və yaxud mübah olmasına dair əsil olan onlarda müstəhəbdir. O əsildən çıxaran dəlil gələnə qədər. Ona görə də hər iki şeydir. Hər iki görüş var, alimlər arasında ixtilafdır. Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vitr namazını qılmışdır. Hə? Bu ibadətdir, şübhəsiz ibadətdir, namazdır. İndi əsil olan kimlərdə ki vaciblikdir, onlar deyirlər ki, vitr namazı əsil olan Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu ibadətdir, ibadət etmişdir. Əsil olan vaciblikdir. Vacibdir vitr namazı. Biz deyirik cümhura görə vacib deyil, Hənəfilər deyir vacibdir. Niyə görə? Həmin o dediyimiz vacib olmasından onu çıxaran, yəni vacib olmamasını bildirən dəlil olduğu üçün. Ki, məsələn, ən məşhur hədislərdən biri, o dəlillərdən biri, Rasulullah sallallahu əleyhi və səlləm yanına biri gəlir, ya Rasulullah mənə, yəni vacib olan şeyləri istəyir ona və Rasulullah sallallahu əleyhi və səlləm ona 5 vaxt namazı deyir. Deyir ki, ya Rasulullah, bundan başqa mənim üzərimə vacib olan namaz var, deyir, yox. Yəni, alimlər dəlil gətirir ki, orada vitr vacib olsaydı, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onu zikr eləyərdi. Düz deyil, dediyimiz kimi, bu münaqişəli söhbətlər də orada, buna cavab verənlər var, onlara da onun cavabına cavab verənlər var və s. Amma biz, yəni, bu səviyyəyə uyğun danışırıq. Deməli, vitr namazı deyirlər vacibdir. Əsl olan çünki vaciblikdir. Əgər müstəhəbliyinə dair, yəni vacib olmamasına dair dəlil gəlməyincə. Digərləri isə nə deyir? Yox, əsl olan məndubluqdur, müstəhəbdir. Müstəhəbdir, elə əsl olan müstəhəbdir. Bunun vacibinə dair bir dəlil gəlməyənə qədər ki, bu müstəhəb deyil, vacibdir və s. Yəni, əsl olan budur. Deməli, ibadətlə bağlı olan feillər. Buna dair başqa misal, məsələn, şeyximizin gətirdiyi misallardan biri, məsələn, Rasulullah sallallahu əleyhi və səlləm feilinə dair xutbəni ayaq üstə vermişdir, cümə xutbəsi. Və ona görə alimlər nə deyir? Cümhur alimlər deyir ki, xutbəni ayaq üstə vermək imama vacibdir. Yəni, oturaraq xutbəni verə bilməz. Vacibi tərk etmiş olar. Amma Əhməd bin Həmbəlin məzəbinə görə, rahimullah, məşhur olan görüş odur ki, oturaraq da verə bilər. Yəni, ayaq üstə durması, ayaq üstə xutbəni verərək və yəni verməsi vacib deyildir. Məsələn, hamısı nədir? Həmən buna bağlanır ki, əsli vacibdir, yoxsa məndubdur. Əsli vacib olan deyən olsa da, məsələn,
deyir ki, bu müstəhəbdir. Niyə görə? Onun yanında onun müstəhəb olmasına dair bir dəlili var deyənə, vaciblidən çıxaran. Və yaxud vacib deyən varsa, məsələn, əsl olan onlarda məndubluqdursa, deməli onlarda nədir? Məndubluqdan onu çıxarıb vacibliyə, yəni vacibliyə gətirən bir dəlili var deməli. Yəni bunu ziddiyyət kimi qəbul etmir. Çünki biz dediyimiz kimi ümumiyyətlə başda dedik, istir fiqhi qaydalarda, istir üsul qaydalarında həmişə nə deyirik? Həmişə istisna var. Yəni bu qayda deyirik, sonra deyirik ki, yalnız bu əsl olan budur. Bunun nədir? Bundan olmamasına dair dəlil yəni gəlməsi istisna. Yəni bu əsl olan budur. Bundan bunu çıxaracaq bir dəlil gəlməsi istisna. Yəni mütləq dəlil ola bilər ki, gəlib əsl olan biz deyirik vaciblikdir, hə? Amma bunun vacib olmamasına dair bir həmin o hansı bir əməlin, ibadət olaraq feilin nədir? Vacib olmamasına dair bir dəlil ola bilər. Yəni bu qaydanı sadəcə yox, ibadət eləyibsə biz vacib olduğunu qəbul ediriksə, bütün ibadətlərə vacib deyəcəyik, yox. Yəni dəlil ola bilər gəlsin ki, bunun vacib olmamasını bildirsin. Sonra İnşallah ki, aydındır. Deməli, və sonuncu burada əl-iqrari, həmən o Peyğəmbərimizin iqrara aid. Deməli, biz o keçən səhifədə iqrar, feil və iqrar, hə? Yəni bu feildir, bir də iqrar var. Bunun ikisi də həmən səhifədə sonda olaraq iqrari gəlir. Peyğəmbərimizin sallallahu əleyhi və səlləm iqrari feili, yəni iqrara nisbət olan feili. Yəni o da feil sayılır, yəni susmaq məsələn, inkar etməmək, hə? Yəni Peyğəmbərimizin sallallahu əleyhi və səlləm dediyimiz kimi bir şeyi onun huzurunda, yəni o olduğu yerdə, o ola, onun yanında bir şey deyilirsə və yaxud əməl edilirsə ki, biz burada əməldən, feildən danışırıq. Nədir? Bu və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm susdu, onu inkar etmədisə, bu həmin, yəni inkar etmədiyi söz və yaxud feil mövzumuz olan nədir? Onun hökmü nədir? Bu növ nədir? İqrar feili idi, iqrari feil. Onun hökmü yenə əl-cavaz. Bu da hökmü caizlikdir. Yəni ən azından bunu inkar etməmişsə, ən azından nədir? Deməli bu feil caizdir. Dediyimiz kimi bəzən o müstəhəbliyə də çıxarma olur və s. o dəlil. Amma burada əsl olan nədir? Caizlikdir. Burada bizim sadəcə bir 5 dəqiqəmiz var. Məsələn, burada bir məsələ var idi. Gözəl bir məsələdir. Tələbələrin biri soruşmuşdu, şeyximiz də Hafizullah buna cavab vermişdir. Məsələ nədən ibarətdir? Deməli, və bu məsələ ilə bağlı sünnətü tərk, yəni bir şeyi tərk etmək sünnətdir kimi. Tərkin sünnəti məsələsi var. Buna dair şeyximizin şeyxi olan Hüseyn Əl-Ceyzani, onun kitabı var buna dair. Çox faydalı kitab deyir. Bilmirəm tərcüməsi var yoxsa. Yəni oradan bir çox bəzən nəqillər eləyir. Orada məsələ nədir? Məsələn, deyirlər ki, burada nəyə görə bu feillərin təqsimatı idi, düzdür? Bəzi tələbələr dedi ki, bəs tərk, yəni Peyğəmbərin sallallahu əleyhi və səlləm neysə tərk etməsi bu da həmin o feillərə aiddir. Feili sünnətlərə aiddir ki, bunun hökmü nədir? Bunun üzərindən bu söhbət başlandı. Burada nə oldu? Bu səhifəni bitirdik, ona görə səhifəni bitirdik inşallah. Burada suallar da gələn dərsdə inşallah olsa olacaq. Deməli, məsələn, Rasulullah sallallahu əleyhi və səlləm neysə etməmiş. Biz deyirik ki, bu şeyləri çox eşidəcək. Məsələn, deyirsən ki, bu sünnət deyil. Niyə? Çünki bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm etdiyinə dair bir dəlil yoxdur. Bu cür cavab verir. Yəni belədir. Dəlil nədir? Dəlilin olmamasıdır. Hə? Amma bu mütləq şəkildə, yəni qeyd şərtsiz heç də bu doğru cavab deyildir. Çünki elə feillər var ki, Rasulullah sallallahu əleyhi və səlləm yəni ildə bir dəfə məsələn olunan bir şey etsə və o bir məsələ və o məsələdə Peyğəmbərimizin sallallahu əleyhi və səlləm bir feili gəlməmişdirsə, o demək deyil ki, o bunu etməmişdir. Çünki bu belə deyil, nadirən baş verən bir şeydir və yaxud da ki, çox əhəmiyyətli bir şey olmadığı üçün bunu məsələn ki, namaz kimi, oruç kimi, orucu pozan, rükunları, şərtləri və s. Yəni bu cür önəmli bir məsələ olmadığı üçün bunu sahabələr nəql eləməyə, rivayət etməyə necə deyirlər, lüzum görməmiş. Yəni buna bir ehtiyac, tələb yox idi deyə nəql etməmiş ola bilir bu cür məsələ. Ona görə məsələn, bu iki misalla, inşallah şeyximizin gətirdiyi misal olduğu kimi gətirir, iki misalla aydın olacaq. Məsələn, yəni bu qayda nəyə deyirlər? Məsələn, deyirlər ki,
e, heç də bu qayda mütləq olaraq deyir ki, məsələn, bir əməlin nəql olunmaması nəqlin olmamasını bildirməz. Yəni, məsələn, bir feil var, yaxud söz var, o bizə nəql olunmayıb, yəni bizə gəlib çatmayıb hədis, rivayət baxımından. Gəlməyib bu barədə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu edibmi, deyibmi, iqrar edibmi? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bir feili, qövlü, iqrarı barədə bu barədə heç nə nəql olunmayıb. İndi biz deyə bilərikmi, nəql olunmayıbsa bizə, rivayət olunmayıbsa, deməli bu heç vaxt baş verməmişdir. Deyə bilərik? Yox. Bu doğru yanaşma deyil. Yenə deyirəm, iki misalını biləcək. Yəni, mütləq olaraq doğru yanaşma deyil. Bəzən ola bilər ki, etməyib ki, nəql olunmayıb. Etsəydi, mütləq nəql olunmalı idi. Çünki hələ belə qeyri-vacib və yaxud çox əhəmiyyəti olmayan bir məsələlərdən deyil. Əksinə, vacib və əhəmiyyətli məsələdir. O nəql olunmalı idi. Amma ikinci nə idi? Dediyimiz əhəmiyyətli olmadığı üçün nəql olunmaya da bilər. Amma belə bir mənalı qayda olaraq bu düzgün deyil ki, bir şey haqqında nəql olunmayıbsa, bu şeyin yoxluğunun nəqli kimi qəbul olunmamalıdır. Ki, bu şey barədə nəql olunmayıbsa bizə, deməli, bu hələ bil ki, bu olmayıb, bu yoxdur deyə bir nəql olunub kimi bunu qəbul etmək doğru deyil. İki misal, bir, məsələn, buna alimlər nə deyir? Yəni, tələb, yəni ehtiyac olanda, ehtiyac olanda insanların buna marağı, buna tələbi olduğu bir şeylər varsa, bunlar mütləq nəql olunmalıdır. Burada bəli, biz deyə bilərik ki, bu barədə insanların ehtiyac duyduğu, tələb etdiyi, tələbatda olduğu bir şeylər, məsələn, feildirmi, ibadətlə bağlı sözlərdirmi, nədir? Yəni, bunlar nəql olunmayıbsa, hər hansı məsələdə, biz burada deyə bilərik ki, deməli, nəql olunmayıbsa, deməli, bu mövcud olmayıb, bu baş verməmişdir ki, nəql olunmadı. Yoxsa olsaydı, mütləq bunu sahabələr, çünki vacib insanların tələb etdiyi, ehtiyac duyduğu şeylərdir. Mütləq rivayət eləyərdi, nəql eləyərdi. Amma, yəni, ayda bir dəfə olan bir şey, çox da, belə deyək, özəlliklə şəri əhkamlar, yəni bu məsələnin üzərində şəri əhkamlar yoxdur. Şəri əhkamlar qurulmur bu məsələnin əsasında. Ona görə bu şeylərin əgər rəvayət olunmadısa bizə, biz deyə bilmərik ki, deməli bu yox, baş verməmiş. Ola bilər baş vermiş, sadəcə şəri əhkamlarla heç bağlı olmayan, dediyimiz kimi bəlkə cibilli, yəni təbiətlə bağlı, adətlə bağlı olan bir şeylər olub. Məsələn, bəlkə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu edib də, bəlkə də deyib də, sadəcə o qədər əhəmiyyətli bir şey olmadığı üçün insanların birbaşa, çünki dediyimiz kimi dünya və axirətlə bağlı insanların ehtiyac duyduğu hər bir şey əlhamdülillah şəriətimizdə var. Amma ehtiyac duymadığı bir şey olubsa, bu da rivayət olunmayıbsa, biz qətiyyətlə deyə bilmərik ki, rivayət olunmadısa, deməli bu şey baş verməmişdir. Yox. Ola bilər. Burada deyirik, ola bilər baş da verdi, ola bilər baş vermədi. Bunu heç birini qətiyyətlə deyə bilmərik. Birinci məsələyə dair misal, məsələn ki, insanlara ehtiyac duyduğu, tələb etdiyi, gündəlik baş verən bir şeylərdir ki, bunlar mütləq baş versəydi, mütləq rivayət olunardı. Rivayət olunmadısa, deməli bu şeylər baş verməmiş. Misal, şeyximizin misalı, məsələn, belə bir sual verirlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem zöhrlə əsr namazını demişdi. Burada nəsə yazılır. Haqqınıza alın. İqrarı yenidən başqa bir şey məsələ, zərərindən, faydasından baxılır. Şöyle. Tam anlamadım sualı. İnşallah dərs az qalıb. Onu bir dənə bu şeyi bitirək. Ondan sonra vaxt qalsa yenə diqqətlə oxuyarım. Deməli, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem zöhrlə əsr namazı arasında hər gün, belə bir sual, hər gün cəmaatla nafilə namazı qılmışdır, yoxsa yox? Belə bir sualdır. Biri deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem zöhr namazının fərz, zöhr deyəndə fərz nəzər tutulur. Ki, bunu fiqhdə keçmişik. Niyyət eləyəndə də şərt deyil. Deyəsən ki, zöhrün fərzi, zöhr fərz var, başqa yoxdur. Yəni, sünnətsə sünnət. Zöhr namazı deyəndə fərz namazı nəzər tutulur. Deməli, zöhrlə əsr namazı arasında hər gün Peyğəmbərimiz sallallahu aleyhi ve sellem cəmaat ilə nafilə namazı qılardı, yoxsa? Belə bir sual. İndi biz burada nə deyəcəyik? Bu barədə nəql olunub, yox. İndi nəql olunmayıb. Biz o ikinci misaldakı kimi deyəcəyik ki, nəql olunmayıb, o demək deyil ki, bu mövcud olmayıb, baş verməyib.
Ola bilər qılıb, ola bilər qılmayıb. Bizə sadəcə nəql olunmayıb. Belə cavab verəcəyik, yoxsa deyəcəyik, yox. Bu gündəlik olunan bir şeydir. İbadətlə bağlı olan bir şeydir. Yəni bu gündə cemaat namazı, belə bir nafilə namazı qılınsaydı və bizə nəql olunmaması mümkün olan bir şey deyil. Nəql olunmayıbsa, deməli bu şey mövcud deyildi. Yəni biz bu belə bir şey yoxdur deyə bir dəlil gətirməli deyilik. Belə bir şey nəql olunmayıbsa, artıq biz əminliklə deyə bilirik ki, belə bir şey baş verməyib Peyğəmbərin həyatında. Sallallahu əleyhi və səlləm davamiyyətli şəkildə bu cür şey eləsəydi, ibadətlə bağlı mütləq sahabələr radiyallahu anh bu şeyi, yəni zərrə qədər beyisinə buraxmadan elhamdülillah əmanəti olduğu kimi Allah onlardan razı olsun. Onlar razısı olsun. Olduğu kimi ötürüblər və ondan sonraki nəsillər elhamdülillah nəsildən nəsilə olduğu kimi şəriəti bizə ötürüblər. Ki Ə, yəni burada nə deyirik? Bu həmin birinci məsələ ilə bağlıdır ki, biz deyirik ki, qətiyyətlə yox. Bu məsələdə mütləq belə bir şey olsun, nəql olunardı. Biz deyirik ki, nəql olunmadısa, artıq bu cür məsələlərdə nəql olunmamaq, elə bil ki, bu şeyin olmamasını nəql etmək kimidir. Sanki bizə nəql gəldi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hər gün bu dediyimiz tərzdə bu namazı qılmamışdır kimi qəbul edirik. Sanki nəql gəlmiş bizə. İkinci məsələ amma, məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm boz deyək biz, boz rəngdə paltar geyinmişdir yoxsa yox? Boz rəngdə paltar geyinmişdir yoxsa yox? Xaki rəngində deyərlər məsələn, qum rəngində geyinmişdir yoxsa yox? Yəni buna dair məsələn baxsaq, bütün sünnət kitablarını araşdırsaq, səhihi ilə, zəifi ilə hamısını araşdırsaq və buna dair heç bir nəql tapmasaq, misaldır, bəlkə də nəql var, mən şəxsən bilmirəm, bəlkə də, amma şeyximizin gətirdiyi misaldır, inşallah ki, bilir gətirir. Yəni, bu barədə nəql olmamasına gəlib, bu nəticəyə gəlib çatacaq ki, bütün sünnəni araşdırdıq, rəvayətləri, sahabələrdən tutmuş rəvayətlər, mərfu, mövquf və s. hamısını araşdırdıq, belə bir nəql yoxdur. İndi biz burada birinci məsələdəki kimi deyəcəyik ki, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm bu rəngdə giydiyi, paltar giydiyinə dair nəql olmadığı üçün, yəni giyinsəydi mütləq bizə nəql olunardı. Nəql yoxdursa, deməli bunu elə bir yox kimi qəbul edirik. Deməli Peyğəmbərimiz sallallahu əleyhi və səlləm geyinməmiş bu rəngdə paltar. Bu cür qəbul etməliyik? Yox. Niyə? Çünki bunun ibadətlə bağlı bir şey yox. İnsanların dünya və axirət ehtiyacı ilə bağlı bu, yəni məsələdə heç bir adiyyəti yox, heç bir əlaqəsi yox, bununla bağlı heç bir şəri əhkamlar çıxmır. Dediyimiz kimi bir adətlə bağlı ola bilər, cibilli bir şey. Yəni şəri əhkamlarla bağlılığı olmadığı təqdirdə bu cür şeylərin nəql olunmamasını biz demirik ki, deməli bunun olmaması kimi nəql olunub ki, bizim belə şeylər baş verməmişdir. Yox, biz deyirik ki, bilmirik. Və bu şeydə deyirik ki, bilmirik. Ola bilər giyinib, ola bilər giyməyib. Çox da əhəmiyyətli bir şey olmadığı üçün nəql etmək zərurətində olmadığı üçün nəql etməyə bilərlər. Nəql etməmiş ola bilərlər sahabələr bu barədə. Çünki şəri əhkamlar burada şəri əhkamlarla bağlı bir şey deyil. Dünya və axirətin xeyrinə bağlı və yaxud şəri ilə bağlı ki, ondan çəkinir. Bir şey yoxdur bu məsələdə. Ona görə nəql etməmiş ola bilərlər deyirik. Yəni yoxdur demirik. Ona görə inşallah ki, bu qayda aydındır. Burada bir sual vardı, bilmirəm oxuyum. Vaxtımız varsa, bu etmədiyi bir feildə şəriətə uyğun olaraq mı əməl edilir? Etmədiyi bir feildə şəriətə uyğun olaraq mı əməl edilir? Sözünüzü başa düşmürəm. Məsələnin zərərinə və faydasına baxılır. Haqqınızı alırım, sözünüzü nə demək, nə soruşulmaq istədiyini anlamadım. İnşallah belə daha ətraflı bota yazsanız yaxşı olar. Bildiyimiz bir şey olarsa cavab verərik. Və aqulu qawlu hada və estəğfirullah li və lakum və lisa'iril muslimin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə ente estəğfiruke və etûbü ileyk. Allah bizi eşidib faydalanır eləsin. Allah bizə faydalı elm və salih əməl nəsib eləsin. Allah bizə haqqı olaraq göstərsin. Ona tabi olanlardan eləsin. Allah bizə batili də batil olaraq göstərsin. Ondan çəkinənlərdən eləsin. Allah bizə bu Peyğəmbərimizin sallallahu əleyhi və səlləm ki, Peyğəmbərlər nə dinar, nə dirham miras buraxmadılar. Onlar buraxdığı miras elmdir. Allah bizi bu mirası haqqı ilə alıb, haqqı ilə ötürən insanlardan eləsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə ente estəğfiruke və etûbü ileyk. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.